Ərəsmət xoş gördük sizə. Hər vaxtınız xeyir Qurban bəy. Hər kəs salamlayıram Azərfilm izləyicilərini və mən təklif eləyərdim ki, bugün bizi izləyənlər verilişi bəyənsin, paylaşsın. Çünki həqiqətən çox maraqlı bir müzakirə gözlənilir. Mən istəyirəm ki, bir çox məsələlər var Azərbaycan cəmiyyətində, onlara yanaşmaların yanlış olduğunu və yaxud onların yanlış təqdim edildiyini gördüyümdən bəzi məqamları, özdə önəmli məqamları bizim izləyicilərlə, Azərbaycan xalqı ilə bölüşüm. Qoy hər kəs özü necə deyərlər, qiymət versin. Nə baş verir? Azərbaycanın bir sıra dövlətlərlə münasibətlərində bu münasibətlər hara aparır? Bilirsiniz ki, bugün Azərbaycanda çox geniş şəkildə reklam elədilər ki, Azərbaycan az qala o sülh şurasında, o Trump'ın yaratdığı kommersiya qurumunda güya az qala bir açar rol oynayan ölkədir və s. Bu məsələlərin hamısına aydınlıq gətirmək lazımdır ki, Azərbaycan xalqı özü düşünsün ki, ona deyilənin hansı həqiqətdir, nələrdir həqiqət. Bax, buna görə mən sizə müraciət elədim Sıray gün efirə zəng eləyəndə. Çox təşəkkür edirəm ki, bu imkanı yaratdınız. Mən borcumdum ha. Çalışacaq ki, Ərəstul, bu günlərin mən mümkün qədər az danışam. Daha çox sizə imkan yaradacağım, amma icazənizlə hərdən edən abonentlik eləməyə çalışacağım ki, tamaşaçılar da... Şübhəsiz, abonentlik çox vacibdir. Abonentlik çox vacibdir. Mən bu metodu alqışlayıram. Siyasi polemika və yaxud efirdə polemika istənilən mövzuda bu həmişə həqiqətin üzə çıxmasına imkan yaradır, şərait yaradır. Bu son vaxtlar 2-3 hadisə var, Ərəstul bəy. Respublika ictimaiyyətinin də diqqətini cəlb eləyibdir. Dünya mətbuatının da ictimaiyyətində, beynəlxalq təşkilatlarında. Birincisi, Almaniyada təhlükəsizlik tədbirlərində İlham Əliyevə verilən suallar, Ərəvad onların verdiyi cavablar, ictimaiyyətin reaksiyası, jurnalist Emil Söyrovun verdiyi suallarla söhbət gedib. İkincisi, İsveçrədə Emil Söyrovun, yəni hadisədən bir gün sonra, ya 2 gün sonra Emil Söyrovun naməlum adamlar tərəfindən təqib olunması, canlı olaraq efirdə çəkdi, verdi, yaydı və dedi ki, mən İsveçrə polisinə də müraciət eləmişəm. Məsələlik nəticələri mən bilmirəm, gözləyirik, görək. İndi İsveçrə polisi adamı tapdı, tapmadı, kimdir, kim deyirlər. Bu çox böyük rezonans yaratdı. Hətta Avropada yaşayan bir çox Azərbaycanlıları bu vahmiyə saldı, qorxdu ki, mən də efirdə müraciət elədim. Yeri gəlmişkən təkrar müraciət edirəm ki, özünü həqiqi siyasi mühacir sayanlar Emin Hüseynovun həmin o videosunu təqdim eləməlidirlər, yaşadıkları ölkənin polisinə tələb etməlidirlər ki, İlham Əliyevin terroristləri artıq Avropadadır, İsveçrədədir. Biz həyatımızda təhlükə hiss edirik, bu adamla tapınıza rəsləşdirin və s. Hələlik o barədə də bir nəticə yoxdur. Amma bunun arxasınca Amerika Birləşmiş Ştatlarında səfərdə olan İlham Əliyevin, bilmirəm, o qaldığı hotel qabağıdır, ya tədbirin olduğu yerdə, onu siz daha yaxşı bilirsiniz. Orada sadəcə olaraq din üsullarla, azadlıq şüarı ilə oraya gələn bizim gənclərimizə hücum oldu, döyüldülər, çox qaba bir güc tətbiq olundu. Bu da təbii ki, beynəlxalq təşkilatların da dünya ictimaiyyətinin diqqətini cəlb elədi. Azərbaycanın öz daxilində bu məsələyə 99% xalq mütləq əksəriyyət nifrət istini ifadə elədi, amma bəzi yaltaqlar var, təxribatın qarşısı alındı, belə şeylər də yazanlar var. Bütün bu məsələlərlə bağlı göstərən nədir? Azərbaycan hakimiyyəti onsuz da 30 ildir hüquq müstəvisindən çıxıb, İndi artıq keçibdir zor və terror müstəvisinə. Bunun siyasi və geosiyasi nəticələri sizcə nələr olacaq? Hakimiyyəti, xalqımızı və dövlətimizi nə gözləyir sizcə? Təşəkkür edirəm Qurban bəy. Çox əhatəli bir mövzuya toxundunuz. Ona görə bir qədər sizin də izləyicilərin də vaxtını alacağıma görə üzr istəyirəm. Birinci çalışaq ümumi görüntünü
təqdim eləyək. Nə baş verir ki, bu zorakılıq belə artır və artıq o Azərbaycanın hüdudlarından kənara keçir. Yəni Azərbaycanda hakimiyyət zorakılığı hər zaman olubdu. Şərləmə, böhtan, ondan sonra insanları kollektiv cəzalandırma, məsələn, deyək ki, hansısa bir əlamət üzrə müxalifət olmasına görə və yaxud dindar olmasına görə və yaxud başqa bir əlamət üzrə. Yəni buna kollektiv cəzalandırma deyirlər. Beynəlxalq terminologiyada bunun adı belədir. İngiliscəsi collective punishment, yəni kollektiv cəzalandırma. Azərbaycan hakimiyyəti çoxdan buna keçir. Yəni biz görürük ki, Azərbaycanda dindarlara qarşı repressiyalar mərhələ-mərhələ olur. Müxalifətə qarşı repressiya daim var. Vətəndaş cəmiyyəti insanlarına qarşı, mediaya qarşı repressiya daim var. Və biz bax bu efirdə Qurban Məmmədlinin, bizim dostumuz vəkil İlham Aslanoğlu'nun sayəsində, Validə xanımın sayəsində əsasən bax bu efirdə, bu efirin sayəsində Tərtər qətliamını açıqladıq, göstərdik bütün çılpaqlığı ilə cəmiyyətə. Burada artıq başqa bir segment, ölkənin təhlükəsizliyinə, onun müdafiəsinə, onun əminamanlıq şəraitində olmasına, ərazi bütövlüyünə birbaşa cavabdeh olan bir kəsimin, yəni ordunun təkcə işgəncələrə məruz qalması, ordu zabitlərinin, əskərlərinin qətlə yetirilməsi yox, həm də bütövlükdə həm ordu hərbiçilərinin, həm də Azərbaycan xalqının təhqir olunmasının şahidi oldu. Və yadınızdadır, siz çox amansız şəkildə İlham Əliyevin üzərinə gedəndə bizim sizdən dəfələrlə söhbətimiz oldu. Mən dedim ki, Qurban bəy, biz nə istəyirik Tərtər məsələsində? Birincisi, ədalətin bərqərar olmasını. Deyək ki, Azərbaycanda ədaləti məhkəmə bərqərar eləmir, prokurorluq eləmir, nə bilim, başqa bir qurum eləmir. Azərbaycanda mütləq hakim bir nəfər var, İlham Əliyevdir. İndi bəziləri deyir, onun həyat yoldaşdır, bilmirəm. O artıq ailə daxili məsələlərdir, orada qərarlar necə qəbul olunur. Amma biz bunu istəyiriksə, biz hələlik İlham Əliyevi bu cinayətin təşkilatçısı mı və yaxud onun iştirakçısı kimi seçməməliyik. Çünki ədaləti bərqərar eləmək, necə ki o onu pozur, imkanı da bu adamın əlindədir. Hatırlayırsınız bunu. Və bizim bütün səylərimizə baxmayaraq, halbuki Tərtər qətliamı özü bir tək zorakılıq aktı deyildi. Tərtər qətliamı Azərbaycan dövlətinə qarşı qəsd idi. Və bugün də o qəsd qalmaqdadır. Çünki İlham Əliyev bizim bütün çağırışlara rəğmən, bütün təqdim olunan sübutlara rəğmən, bəlkə də dünya tarixində, mən bunu tam məsuliyyətlə deyirəm, bir ölkədə bir cinayətin illərlə belə canlı yayında, efirdə araşdırılması olmayıbdır. Bu unikal bir hadisə idi. Amma biz nə gördük? İlham Əliyev başladı bütün o cinayətkarları vəzifədə böyütməyə, rütbədə yüksəltməyə, orden medallar verməyə. Yəni İlham Əliyev bununla nə dedi? Dedi ki, özünüzü axmaq yerinə qoymayın, nə danışırsın? Bu cinayətin təşkilatçısı mənəm, İlham Əliyev. Açıq şəkildə. Yəni bu o deməkdir. Hökməndir ki, durub desin ki, mənəm. Bir ölkənin ki, dövlət başçısı 8 il olacaqdır. Tərtər qətliamı törədilib. Üzr istəyirəm, 9 il. 9 ildə bu barədə bir kəlmə danışmayıbsınsa, deməli bu zorakılığın müəllifi onun özüdür. Eyni də... Qorxduğu nəsə var, Ərəstumə, qorxduğu görün nəsə var ki, qorxur ki, birdən danışsa, kimsə danışar. Qurban bəy, Ərəs Noruzu bugün danışacaq bəzi şeyləri. Nədən qorxur? Amma baxın, əvəzində neynədir? Bütün bu işdə az, çox iştiraki olanların hamısına cinayət iş açdı. Yəni bu cinayətin üzə çıxarılmasında xidməti olan şəxslərə hamısına cinayət iş açdı, saxta ittihamlarla və növbəti dəfə dövləti özündən də aşağı indirdi. Çünki bu cinayət işlərinin hamısı dövlət adına açılır və bu hökmlər dövlət adına oxunur. İndi Azərbaycan dövləti İlham Əliyevin sayəsində onun özündən də aşağı indirilibdir.
Hərçənd ondan aşağısı olmur mənim təsəvvürümdə. Çünki bir insan ki, böhtanı, şəri, qara yaxmanı, üzə durmanı bir metod sayır, onun haqqında nə desən haqqınadır. Yəni, özü düşünsün, kimdir o? Və bu mənada istər Emin Hüseynovun izlənməsi, mən inanıram ki, o var. Bu birinci dəfə deyil ki, Avropada olan mühacirləri izləyiblər də, döyüblər də, öldürməyə cəhd ediblər də və hətta öldürüblər də. Olubmu bu şey? Əlbəttə olubdur. Mən üzr istəyirəm, Ərəstun bəy, girəcəmişəm bir şey deyim. Hakimiyyətin trolları belə bir təbliğat aparılmağa çalışırlar ki, güya İsveçrədə həmin o izləmə məsələsini Emin Hüseynov özü təşkil edib dostlar. Bir şey bilirsiniz ki, İsveçrə Azərbaycan polisi deyil ki, kimsə özü yanından quraşsın, təşkil edəsin, üç-dörtlü qalsın. Emin Hüseynov canlı efirdə göstərib və İsveçrə polisindən dedi, müraciət eləmişəm. O müraciətin nəticəsindən hər şey bəlli olacaq. Əlbəttə, mən elə bunu demək istirdim, təşəkkür edirəm. Eyni ilə necə ki, Vaşinqtondakı zorakılıq aktı da mütləq gəlib öz mənbəyini tapacaqdır. Orada mənbə açıq görünür. İlham Əliyevin mühafizə rəisi özü birbaşa istiqamət verir, birbaşa yönəldir o mühafizəçiləri ki, onlar bu cinayəti törətsinlər və bu cinayətdir, bunun başqa adı yoxdur. Çünki, Qurban bəy, istəyirəm həm soydaşlarımız da bunu bilsinlər, Amerika Konstitusiyasının birinci düzəlişi var. Konstitusiya birinci düzəliş. O birinci düzəliş 5 sahədə insan azadlığına təminat verir. Bu, ifadə azadlığıdır, sərbəst toplaşma azadlığıdır, media azadlığıdır, dini azadlıqdır, yəni etiqad azadlığıdır və o cümlədən də deməli petisiya verməkdə, yəni hansısa məsələni dövlət qarşısında qaldırmaq, imza toplamaq, təşkilatlanmaq azadlığı. Və bu Amerika Birləşmiş Ştatlarında hətta müharibə dövründə, vətəndaş müharibəsi dövründə belə bu azadlıqlar məhdudlaşdırılmıyor. İkinci Dünya müharibəsində Amerika 2 cəbhədə döyüşürdü. Şərq cəbhəsində Sakit Okean, Yaponiya, Çin o istiqamətdə və Avropada. Amma o yenə də bu deməli müddəa məhdudlaşdırılmayıbdır. Ərəstun, məsələn, ətrafa fikir vermə, olan şeydir. O şəxsən narahat olma. Mən bizə dəqiqə deyim. Narahat olma. Dostlar, paylaşın, bəyənin, xahiş edirəm, çox ciddi söhbətlər olacaqdır. Ərəstun bəy hakimiyyətin də diqqətinə, xalqın da diqqətinə olduqca vacib məsələlər bugün çatdıracaq. Yəni, üzr istəyirəm, mən xahiş elədim, indi ümid edirəm biraz sakitlik olar. Qurban bəy, burada elə bir vəziyyət yaranır ki, burada söhbət Azərbaycanlılara hücumdan getmir. Burada söhbət Amerika dövlətinin qanunlarına, Amerika dövlətinə, onun konstitusiyasına hörmətsizlikdən gedir. Və bu günəcən mənim bildiyim xarici deməli dövlət başçılarından bir tək Rəcəb Tayyip Ərdoğanın mühafizəçiləri o zaman Kürd demək etirazçılara hücum eləyib 17-ci ildə. Yəni bunu da mən görmüşəm. Onu da əsl alqışlamıram. Ona görə ki, bu artıq dövlətin onun başçısının özünü quldur kimi aparmasıdır. Lotu kimi aparmasıdır, üzr istəyirəm ifadəyə görə. Kriminal avtoritet kimi aparmasıdır. Və gəlin nəzərə alaq ki, hansı ki o hücumu təşkil eləyir və o videoda sübutu var, görünür Fərid Əskərov, prezidentin mühafizə xidmətinin rəisi, o yalnız bir nəfərə tabidir, İlham Əliyevə. Vəssalam. Və o təlimatı yalnız İlham Əliyevdən ala bilər və oradan da alıbdır. Sual olunur ki, Azərbaycan dövlətinin başçısı ölkənin daxilində kütləvi zorakılıq hallarını ruhlandırırsa, onu alqışlayırsa, onu həyata keçirirsə, təşkil edirsə, xaricdə bu əməlləri törətməkdə niyyət, məqsəd nədir? Təbii, məqsəd qorxmadığını göstərməkdir. Əgər bir insan kimə göstərir? Ərəstun bəy, üzrəm, kimə göstərir ki, qorxmadığını? Özünə. Əgər mən qorxmadığımı göstərmək istəyirəmsə, deməli mən qorxuram. Bunun çox sadə izahı var.
Nədən qorxuram? Hə, bax, burada artıq çox maraqlı cavab ortaya çıxır. 2026-cı il ciddi bir dönüş ilidir. Və bu il bir çox regional, siyasi, geosiyasi məsələlər öz həllini tapacaqdır. Artıq hər kəs bunu anlayır. İlham Əliyev də bunu anlayır. İstənilən bir rakursdan baxaq. Bugün Azərbaycanda dərin böhran mövcuddur. İstər sosial-iqtisadi, istər idarə etmə, istər siyasi, istər hüquqi. Yəni elə bir şey yoxdur ki, elə bir sahə yoxdur ki, orada böhran olmasın. Elementar əhalinin su ilə təchizatından tutmuş, geosiyasi məsələlərə qədər Azərbaycan dövləti böhran içindədir. Və bu böhranı arxa plana keçirmək üçün, əhalinin fəallaşmasına imkan verməmək üçün güc nümayiş etdirmək lazımdır. Göstərmək lazımdır ki, bax, mən Londonda oturan Qurban Məmmədini də, New Yorkda oturan Ərəs Noruzunu da, nə bilim, Vaşinqtonda oturan Osman qızını da falan kəsin, mən hamısını məhkum eləyirəm. Mən heç kim ölkəyə buraxmayacam. Bu, bunun bir əlamətidir. Daha doğrusu, bu ikinci əlamətidir. O qoçuluq, bu. Bunun üçüncü əlamətidir. Üçüncü əlaməti nədir? Azərbaycan hakimiyyətində bugün kütləvi təmizləmə işləri gedir. Çox maraqlı prosesdir. Bəli. Və görün nə edirlər? Bütün kök atmış, klanlaşmış, nə bilim, bol budaq atmış məmurları ucdan tutma təmizləyirlər. Yalnız bir sahəyə toxunmamaq şərti ilə güc strukturları. Maraqlıdır, elə deyilmi? Nədən? Bunun iki səbəbi var. Birinci səbəb odur ki, mümkün səbəbdən danışıram əlbəttə, güc strukturlarını İlham Əliyev, o cümlədən Tərtər qətliamını törətmiş cinayətkarları kritik vəziyyətdə əhaliyə qarşı, cəmiyyətə qarşı bir güc amili kimi nəzərdən keçirir. İkinci, Azərbaycanın güc strukturları Rusiya tərəfindən kurasiya olunur. Rusiya tərəfindən təyin olunur bunların hamısı rəhbərləri. İlham Əliyevin buna səlahiyyəti çatmır. Mənə burada etiraz eləyə bilərlər. Deyə bilərlər ki, necə yəni, Azərbaycanla Rusiya qala müharibə vəziyyətində. Qurban bəy, sizdən bir xahişim var. Mən sizə bir 4 nəfərlə bağlı məlumat atdım. Onu efirə verin, qoy izləyicilər görsün bir-birinin ardınca. Və yaxud elə 4-ünü də. Yuri Misnik. Bir də iş yerini deyin, zəhmət olmasa. Orada yuxarıda iş yeri göstərilir. Başda bu dəqiqə deməli Yuri Misnik. Bunun LinkedIn Yuri Misnik. Capital Bank, The University of Texas at Austin. Getdi o bir. Abu Dhabi Emirat. Siz görə bilmirsiniz? Mən görürəm, onları mən göndərmişəm sizə. Yaxşı bilirəm onlar kimdir. Deməli, bu yazılıb Capital Bank, Texas Universitetinin, Austin'da Texas Universiteti. Bəli. İkincisi, deməli, Mikail də yəqin bu, Mikail də bu. Mikail. Bizim dildə Mikail deyək, Mikail bəydir o da, Talanin. Bu da Head of IT Infra, IT Ops, Sec Ops, Capital Bank. Bu da Capital Bank, hansısa şöbənin başçı rəhbəridir. Sonra, yenə də Mikhail G. Bu da bir bank. Bu Azərbaycan Capital Bank'dan söhbət gedir. Əlbəttə Qurban bəy, yoxsa mənim nəyimə lazımdır onlar? Ay, bu nədir? Başa düşmədim. London Biznes Məktəbi, Bakı Ekonomist. Azərbaycanda bəyə mütəxəssis yoxdur ki, bunlar gətiriblər bura. Və Maksim Yevdokimov, yenə Capital Bank və Bakı, nə bilim, Ali İqtisadiyyat İnstitutu, belə məktəbinin. Bakı Ekonomik Zone Azərbaycan. Yox, məktəb bitirməyib, Bakıda oxumayıb bu adamlar. Mən bunların tərcüməyi hal haqqında deyəcəm hələ. Buyurun, 4 nəfərdir. Deməli, bu şəxslər İlham Əliyevin ailə bankı olan və bu barədə də istənilən şəxs gedib Capital Bankın səhmdarlarının kim olması haqqında internetdən məlumat ala bilər. Amma siz bu şəxslər haqqında məlumatı tapa bilməyəcəksiniz Capital Bankın saytında.
Bunların 4'ü də əvvəl Rusiyanın Yandex, Mail.ru və s. resurslarında çalışıblar Moskvada. Və birdən bu adamlar gəlir Azərbaycana və İlham Əliyevin ailəsinin bankı olan, yəni bu bankın ən böyük səhmdarı, Kapital Bank Azərbaycanda ən böyük bankdır. Onun səhmdarı, əsas səhmdarları Paşa Holding, yəni Paşa Bank və Paşa Sığortadır, lap dəqiq desək. 90%-dən yuxarısı İlham Əliyevin ailəsinə məxsusdur. Və İlham Əliyev Rusiya ilə müharibə aparır, amma onun ailə bankının bütün elektron, rəqəmsal texnologiyalarını, əməliyyatlarını idarə edən Rusiyanın Yandex, Mail.ru və s. FSB-yə bağlı olan resurslarında çalışmış adamlardır. Bunu necə başa düşür? Neçə vaxtı Ərəstun bəy biz deyirik axı xalqa ki, İlham Əliyevin efirdən bu danışması tutub Nəzakət Məmmədovanı Rusiyanın agenti kimi həbs edib 2 uşaqlı az yaşlı anasını 10 il iş veriblər kişilər. Tərtərdə bizim əskər və zabitlərin başına bu da zülüm atan adamlar Nəzməddin Sadıqov kimdir? Bunu hamı bilir. Rusiya kadrıdır. İlham Əliyevin güya Rusiya əleyhinə hərdən birdən danışması zadı demək deyil ki, Rusiya əleyhinədir. Adamın əməlinə görə qiymət vermək lazımdır, xüsusilə pullama malına görə. İlham Əliyev özü və ailəsi pulu ilə, malı ilə Rusun yanındadır. Qurban bəy, Azərbaycanda bilirsiniz, son vaxtlar tək Azərbaycanda deyil. Bu dünyanın hər yerində var və Çinlilər hətta bu işlə məşğul olan adamları gedib deməli Birmadan da, o keçmiş Birma, indi onun adı başqadır. Edam edirlər. Tutub gətirdilər. Amma Azərbaycanda çox fenomenaldır ki, bu bank elektron dələduzluqlarının 80%-i Kapital Bankda baş verir. Bu təsadüf kimi. Təsadüf heç şey olmur. Bu hakimiyyətin özü başdan ayağa cinayət. Yaxşı, necə olur ki, sən Rusiya ilə müharibə aparırsan, az qala, sən gedirsən Amerika Birləşmiş Ştatlarıyla, Trumpla kirbi olursan az qala və bunu Rusiya bir təhdid kimi istifadə edirsən, sənin bankını idarə edən Rusiyanın FSB-sinin IT mütəxəssisləridir. Bu necə olur? Və sən bunu gizlədirsən. Ola bilər mütəxəssis dəvət eləmişsən, Amerikadan dəvət eləyə bilərsən, Rusiyadan dəvət, hardan olsa dəvət eləyə bilərsən. O zaman, əgər bu təmiz bir işdirsə, sən bunu bankın saytında niyə gizlədirsən? Ki biz bunu gedib başqa yerdən axtarıb çıxaraq. Və bu bunların öz səhifəsidir. LinkedIn demək, portalında. Maraqlıdır, elə deyilmi? Sadəcə maraqlı deyil, həm də təhlükəlidir, Ərəstun bəy. Təhlükəli bu deyil, Qurban bəy. Uzaq başda onlar Əliyevlərin və oradakı adamların pulunu uğurlayanlar. Təhlükəli başqa şeydir. Niyə bütün hüquq mühafizə bütün dövlət orqanlarında təmizləmə işləri getdiyi halda hüquq mühafizə orqanlarına toxunulmur? Niyə? Təhlükəli budur. Necə başa düşmədim, sözünüzü bir də təkrar edin. Bütün dövlət nazirliklərində, komitələrində, şirkətlərində məmurların, rəhbərlərin işdən çıxarıldığı halda bu proses güc strukturlarına toxunmur. Təhlükəli budur. Yəni, bugün də güc strukturları xarici dövləti Rusiyanın əlində qalmaqdadır. Nə baş verir? Və indi mən sizə mənə çox etibarlı mənbələrdən verilmiş bir məlumatı deyəcəm. Azərbaycan Xalq Parlamentinə qarşı atılmış repressiv addımların hamısının sifarişi Rusiyadan gəlib. Təbii də onu təhlükəni görürlər, hamı görür təhlükəni. Bəli. Parlamenti bu hakimiyyəti təhlükədirsə, Moskva da gözəl başa düşür ki, onun Azərbaycandakı, Qafqazdakı caynaqlarını kəsə biləcək yeganə qüvvə Xalq Parlamentidir. İndi gedək biraz da kənara. Bu günlərdə biraz uzaqdan başlayacağım icazənizlə. Bu günlərdə biz baxdıq ki, Azərbaycanda, əvvəlcə bunu deyim, sonra o bir məsələyə keçəcək. Azərbaycanda bilirsiniz ki,
Əhalinin qazla təchizatında ciddi problemlər var. Azərbaycan qaz ixrac edən ölkədir. Azərbaycanda su ilə təchizatda problemlər var. Azərbaycan dünyanın ərzaq qiymətləri, dərmanlar baxımından ən bahalı ölkəsinə çevrilməkdədir və Azərbaycanda nə maaş, nə müavinət, nə pensiya artımları yoxdur. Və bugün Azərbaycanda kütləvi ixtisarlar gedir. Qurumlar ləğv olunur. Onların arasında hətta məktəblər və tibbi yardım məntəqələri də var. Kəndlərdə, məsələn, deyək ki, tibbi yardım məntəqəsi vardı, orada bir tibb bacısı çalışırdı. Bunları da ləğv edirlər. Bu şəraitdə sual olunur ki, İlham Əliyev nəyə hazırlaşmalıdır? Əlbəttə zorakılığa. Ona görə ki, onun heç bir islahat aparma nə potensialı yoxdur, nə istəyi yoxdur, nə də elə bir zehniyyəti yoxdur. Bu hakimiyyətin islahatçı zehniyyəti yoxdur. Kadrı da yoxdur, Ərəstun bəy. Kadrı da yoxdur. Ya, ən başlıcası istək yoxdur, Qurban bəy. Niyə yoxdur kadr? Minlərlə Azərbaycanlı gənclər var ki, dünyada müxtəlif ölkələrdə təhsil alırlar. Azərbaycanda bu 3-4 dənə ailə ilə işləyir. Bəli, çünki həmin o gənclər gələndə, onlar Mikayıl Cabbarov olmaya bilər, ondan sonra o Fərid Qayıbov olmaya bilər, nə bilim o Emin Əmrullayev olmaya bilər. Hansı ki, onlar da bu korrupsiya sisteminə inteqrasiya olduqlar. Nə olsun ki, onlar Amerikada, Avropada oxuyurlar. Amma bunların içində 95% normal sivil dünya modelini öyrənmiş, orada təhsil almış, orada çalışan gənclər var. Onları heç vaxt gətirməyəcək. Əksdə onların yolları bağlanacaq Azərbaycan. İndi başqa bir məqam. Buyurun. Sözcüdən sözünün arasında deməli bizim tamaşaçılardan biri yazır ki, Azərişıq insanları aldatmağa başlayıb. Kartlardan əlavə pullar silinir. Bir aya 1 manat silmək əvəzinə bəzən 2 manat və ya daha çox pul silinir. Şikayət edilənə görə gündən çox baxın, fikir verin. Bunun səsini verin, zəhmət olmaz. Manat 48. Salam qardaşlar, bax mən Azərişığa deməli 10 gün bundan qabaq 6 manatlıq pul işləmişdim. 1 manat 48 kimi çıxdılar. İndi də dünən də 4 manat pul qazanmışdım. Ondan da gətirirəm üçləyirəm. 4 manat pul atmışdım. İndi də üçləyirəm. Baxın. Ha, bura baxın, bura baxın. Bax 1 manat 60 qəpik pul qalıb, düzdür. İndi bax bunu da atıram bura kartı baxın. Bax karta baxın. Bax baxın. Bax baxın. Olmalıdır 5 manat 60 gibi. Şimdi bakın. Bax bu da 4 manat. Deməli oldu mənim bax kartımda 4 manat 22 köpük. Deməli 1 manat 30 köpük də indi çıxdılar. Bax bu pulu nə ilə qazanıram? Özünüz də görəsiniz motosikletlə bax qazanıram. Kim mənim haqqımı yeyir, haqq aram olsun. Burnundan gəlsin. Mən onun nə zülümlə qazanıb gətirirəm evə. Qurban bəy, bu cür praktika təkcə Azəriqazda, Azərişıqda deyil, hər yerdədir. Özü də manat uğurluyurlar ki, çox diqqət çəkməsin güya. Amma başa düşmürlər, yeri gəlmişkən Kapital Bank kartlarından da məhz o şəkildə uğurluyurlar. Bunu bir mütəxəssis mənə dedi ki, 1 manat, 2 manat uğurluyurlar ki, diqqət çəkməsin çox. Yəni 100 manat geçsə, 10 manat geçsə görünəcəkdir. Hal-hazırda bizi 4000-ə qədər canlı deməli IP-dən izləyən var dostlar. 3546 nəfər, 3561 oldu YouTube-dan, 377 nəfər də TikTok-dan. Mən bir daha yeni qoşulanlara xoş gəldin deyirəm. Bizə etimada görə təşəkkür edirəm dostlar. Bəyənin bugünkü verişimizi paylaşın. Çox ciddi söhbətlər hələ qabaqdadır ki, Azərbaycanı və İlham Əliyev hakimiyyəti nə gözləyir. Eləcə də hər birinizdən xahiş edirəm. Artıq vaxtımız həddən artıq daralıbdır. 3 gündən sonra Azərbaycan Xalq Parlamentinin nümayəndələri Avropada müəyyən görüşdə keçirməlidirlər AŞPA deputatlarından. Ona görə xahiş edirəm. Cəmisi 450 euro Rusiyadan yardım gəlmişdi. 9 manat pul var idi. Amma əlavə olaraq bizə bir hardasa 800-700 euroda belə pul lazımdır. Lütfən, kimin imkanı var, təcili yardım edin. Mən də izləyən hər kəsə təşəkkür edirəm və yadınıza gəlir, hörmətli izləyicilər, 2 gün əvvəl
mən qoşuldum zəngçilərə və dedim ki, bəyənməni artırın, görək nə baş verir. Və həmən o bəyənmə 800 neçədən 4000-ə qədər 4200, 4300, 4400 oldu. və o dəqiqədə filtr tətbiq olundu. Yəni ona görə gəlin bu eksperimentlərimizi, daha doğrusu bu ifşalarımızı davam etdirək birlikdə. Bəyənin, əsas bəyənmədir. Deməli, Qurban bəy, təsəvvür eləyin, bu şəraitdə hakimiyyət neynəməlidir? Hakimiyyət zorakılığa hazırlaşmalıdır. Yəni, söhbət normal hakimiyyətdən getmir, söhbət bu cür hakimiyyətdən gedir. Onun əlinin altında həmişə ehtiyatda duran və ən əsas, ən effektiv saydığı vasitə zorakılıqdır. Zorakılığın da formaları var da. Tutalım ki, siz də zorakılığa məruz qalmışsa, ya siz şərriyib 14 il iş verirlərsə, mən şərriyib 8 il iş verirlərsə, bu zorakılıqdır. Mənəvi, psixoloji, fiziki, hüquqi, hər tür zorakılıqdır. Əgər Azərbaycan insanı övladına çörək pulu və yaxud məktəbə getməyə dəftər qələm pulu tapmırsa, bu zorakılıqdır. Əgər Azərbaycan insanının cibinə girib bu şəkildə pulunu uğurluyurlarsa, bu zorakılıqdır. Zorakılıq təkcə adamı döymək, işgəncə vermək, alçaltmaq, zorlamaq deyil. Ərəslu, mən bir şey deyim, mən üzr istəyirəm. Bu Kapital Bankda ailənin bankında olan hadisələrlə bağlı mən buradan istəyirəm xalqımız bilsin, əzizən vətənlər. Şəxsən bankın öz içərisindən mənə məlumat vermişdilər. Mən bundan əvvəl də demişdim sizə. Bankdan kimlərsə milyardlarla pul uğurluyur və Kapital Bankın bankrot və çökmə ehtimalı var. İnsanların orada qoyduqları pullar, paralar hamısı batmaq ehtimalı var. Ona görə bunlar çalışırlar ki, pensiyaları dövlətin, baxın, milyardlarla pulunu məhz öz banklarında fırlatsınlar ki, onda gedişdirməklə 3 gün, 5 gün, 1 ay sonra hər bir adamdan pulu uğurlamaqla o uğurladıqları pulu kompensat etməyə çalışırlar. Amma Kapital Bankın çökmək ehtimalı var. Kimin orada pulu var, əmanət pulları var, gedin indidən götürün, sonra gec olacaqdır. Şu məhkəmələrdə vaxtı citirməyin. Buyurun, davam edin. İndi Qurban bəy, gəlin biz bir mövzuya keçməzdən əvvəl, bayaq dedim, biz bir məqama diqqət yetirək. Deyək ki, nədir bunun səbəbi? Güc strukturları Rusiyanın nəzarətində, onların hamısında kuras edən Fuad Ələsgərovdur. Yəni, Fuad Ələsgərov Ramiz Mehdiyev 2-dir. Bu aksiyondur. Və bütün bu təlimatlar Rusiyadan ki, Azərbaycanda kimi tutmaq lazımdır, kimi şərləmək lazımdır, kimi ölkədən qovmaq lazımdır, Fuad Ələsgərovun vasitəsilə çatdırılır. Sanksiyanı verir, siyahını tutur. Bəli. İndi sual olunur ki, İlham Əliyevin Rusiya ilə razılaşması olmadan Fuad Ələsgərov kimdir ki, onun dediyinə İlham Əliyev əməl etməsin? Əlbəttə, burada anlaşma var. Azərbaycanda bilirsiniz ki, hüquq mühafizə orqanlarında bir elektron pəncərə deyilən sistem yaradır. İndi mən elə bir şey deyəcəm ki, bəlkə də 90% buna inanmayacaqdır. Azərbaycan hüquq mühafizə orqanlarının, ola bilər təhlükəsizlik orqanlarının da, Müdafiə Nazirliyinin dəqiq, bütün məlumat bazası Rusiyanın nəzarətindədir. Artıq müxtəlif qurumların başına, nə bilim, idarələrin, hansısa bir şöbələrin başına agent yerləşdirməyə ehtiyac yoxdur. Bütün bu IT komandası oturub agent kimi o razılaşdırılmış şəkildə yerləşdirilib. Çünki körtəbii bunu eləmək qeyri-mümkündür. Kəşfiyyat yolu ilə hər yerə öz adamını yerləşdirmək bu şəkildə. Bu qeyri-mümkündür. Bu ancaq anlaşma şəklində mümkündür. Deməli, faktiki, hətta İlham Əliyev ölkənin təkcə güc strukturlarını deyil, özünün ailə bankını belə Rusiyaya girov qoyubdur. Qurban bəy, bu o deməkdir. O tək öz pul deyil, orada milyonlarla Azərbaycanın əmanəti var, əmək var, pensiyası var. Ya o milyonları qoyaq kənara da, o ailə üçün onların əhəmiyyəti yoxdur. Yəni elə bir dövləti qoyub girov da ağlı başlı verib Ruslara. Bax, söhbət bundan gedir. İndi mən bunun bir əlamətində deyəcəm. Azərbaycanın sərhədləri uzun müddətdir bağlı saxlanılır. Və Rusiyada iqtisadi vəziyyət pisləşdikcə
İnanın orada Azərbaycanlılar qalıb ki, 10 minlərlə onlar yalnız qatarla gələ bilərlər Azərbaycana. Qatar işləmir. Təyyarə onların pulu yoxdur. Onlar nə eləməlidir? Onlar gedib kontrakt imzalayıb, gedəcəklər Ukraynada döyüşməyə. Artıq hakimiyyət, Azərbaycan hakimiyyəti Rusiyadakı Azərbaycanlıları, onların əksəriyyəti də Rusiya vətəndaşı deyil, Azərbaycan vətəndaşıdır, migrantdır. Onlar nə edirlər? Burada da Rusiya vətəndaşı verib, kontraktı da imzaladıb, göndərirlər ölümə. Hər gündə ölən var Azərbaycanlılarda. Hər gün də ölən var. Biz hələ bilmirik nə qədər ölən var. Çünki Rusiyanın özündə nə qədər rusların öldüyü barədə məlumat yoxdur. Britaniya kəşfiyyatının açıqladığı məlumata görə son 2 ay ərzində Rusiya Ukrayna cəbhəsində 60 min əskər itiribdir. Günə 1000 nəfər. Vay. Onun bircə faizi Azərbaycanlılar olacaqsa, bircə faiz. Bu deməkdir ki, yaxşı 0.1 deyək. 60 Azərbaycanlı həlak olub orada. Sual olunur ki, mənim xalqım niyə gedib Rusiyanın işğalçı qəsbkar müharibəsində həlak olmalıdır? Nəyə görə? Çünki ölümü yeganə gəlir qazanc mənbəyi kimi təyin edib Azərbaycan hakimiyyəti. Qazanc yox, xilas olmaq mənbəyi kimi. Artıq qazancdan da söhbət getmir. Heç kəs ölmək ümidi ilə getmir müharibəyə. Özdə başqasının müharibəsinə. Bizim müharibə başqa bir şey. Orada insanlar hər şeyə hazırdır. Çünki orada qürur məsələsi var idi, vətən məsələsi var idi, torpaq məsələsi var idi. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Onlar ölümə gedirdilər. Amma mən inanmıram ki, Rusiyada yaşayan Azərbaycanlı Rusiyanın istilaçı, işğalçı müharibəsində ölmək üçün gedir. Mən inanmıram buna. O xilas olmaq üçün gedir. Amma faktiki olaraq o ölümə gedir. İndi baxın, gedirlər, qoşulurlar Trump'ın o sülh şurası deyilən kommersiya qurumuna. Əziz həmvətənlər, icazə verin bu məsələyə aydınlıq gətirin. Bu nədir? Və bu ideya nə vaxt yarandı? Bir dəqiqə Ərəstun bəy, burada tamaşaçılar yazırlar ki, efiri vururlar, efirdə nəsə donma gedir. Dostlar, hal-hazırda 3595 nəfər bizi YouTube'da izləyir. 377 nəfər də TikTok'da izləyir. Hardasa artıq 4000-ə yaxın IP eləyir. Bu niyə donmalıdır ki? Mən bilən efir normal gedir. Bu donma hansı rayonlardan olur? Xahiş edirəm. Rayonları yazın, hardan izləyirsiniz, harda donma baş verir. Biz bilək ki, ən azı qeydiyyat alaq. O rayonlarda, hansı rayonlarda fəallıq var? Buyurun. Əziz vətənlər, hörmətli izləyicilər, qoy dondursunlar, eybi yoxdur. Siz atın linkləri verilişdən sonra dostlarınıza, tanışlarınıza, onsuz da biz baxış sayı ardınca qaçmırıq. Şəxsən mənim istədiyim odur ki, mən üzr istəyirəm, bunu özünüzə bir sayğısızlıq kimi qəbul eləməyin. Kim eləyərsə mən əvvəlcədən üzr istəyirəm. Mənə lazımdır ki, bu müsahibəyə bir nəfər baxsın. O kifayət eləyəcək. Çünki o bir nəfər biləcəkdir ki, bunun ardınca nələr gələcək. İndi Qurban bəy, diqqət yetirin, gedib ora qoşulurlar. Bu nədir? Mən istəyirəm, həmvətənlərimiz bu barədə həqiqi məlumata malik olsunlar. Sülh Şurası Qəzzanın bərpası üçün nəzərdə tutulmuş güya bir qurumdur, beynəlxalq qurumdur. Onun heç bir beynəlxalq statusu yoxdur. O, Donald Trump'ın öz kürəkəni və dostu olan, kürəkəni Jared Kushner və dostu olan Steven Witkoff'la, hansı ki bu adamlar tarixdə olmamış bir missiya yerinə yetirirlər. ABŞ-ın dünyanın ən nəhəng xarici siyasət qurumu olan Dövlət Departamenti qalıb kənarda. Bunlar İranla danışıq aparırlar, bunlar Ukrayna-Rusiya danışıqlarını aparırlar, bunlar Qəzada danışıq aparırlar. Son olmuş ki, bu dövlətin diplomatiyası hardadır və bu adamların ümumiyyətlə heç bir statusu yoxdur, rəsmi statusu, formal statusu yoxdur. Təsəvvür edirsiniz, bunlar dövlətdə heç bir vəzifə falan tutmurlar. Və birdən elan edirlər ki, Qəzzanın bərpası üçün bir sülh şurası yaradılır. Ora üzv olmaq üçün 1 milyard ödəmək lazımdır və s. Və bütün bu bambalı ölkələr, üzr istəyirəm ifadəmə görə, Mərkəzi Asiya ölkələri, Azərbaycan, bir sıra ərəb ölkələri, bir sıra, hamısı yox.
Buna qol qoyurlar, gedirlər. Ermənistan deyir bizim pulumuz yoxdur. Trump 6 ölkəni sadalayır. Deyir bunlar 7 milyard veriblər. Azərbaycan da o cümlədən və həmən bunun ardınca durub Hikmət Hacıyev, hansı ki indi o rusların bir sözü var, deyir pasavmistitesdir. Mən bilmirəm bu Azərbaycan dilində necədir. Yəni ki, əvəzləmə qaydası. Əvəzləmə qaydasında həm də mətbuat işinə baxırmış, sən demə. Bu həm xarici siyasət, həm mətbuat. Düzdür, indi Mikayıl Cabbarovdan Hikmət Hacıyevin nəyi əskikdir ki, şəkildə hətta ondan daha ağıllı, daha yaxşı görünür. Mikayıl Cabbarovun 32 vəzifəsi var. Buna da bu işdə tapşırıblar. O yaltaqlığı kuras eləmək. Bu adam durdu, təksib elədi. Dedi ki, yox, biz ora pul ödəməmişik. Amma biz müəyyən investisiyalar eləyə bilərik. Bu nə deməkdir? Bu demək ki, pul ödəyiblər, gizlədirlər Azərbaycan xalqından. Necə ki, İlham Əliyevin son səfəri zamanı İlham Əliyev ABŞ-da İsrailin, bunu xüsusi qeyd eləmək istəyirəm, lobbiçisi olan AIPAC adlı bir təşkilat var, American Israeli Public Affairs Committee, Amerika-İsrail İctimai Əlaqələr Komitəsi. Onun rəhbəri ilə görüşür və bunu Azərbaycan xalqından gizlədirlər. Sual olunur, Azərbaycan prezidenti İsrail üçün Amerikada lobbiçilik edən təşkilatın rəhbəri ilə niyə görüşməlidir? Nə əlaqəsi var? Onda elədirsə, elə Amerikada tutalım ki, nə bilim, Mozambika da yəqin ki, və yaxud Saudi Ərəbistanla da lobbisilik edən təşkilatlar var. Onların rəhbərlə niyə görüşmürsən? Görüşmürsən, bunu niyə gizlədirsən? Niyə bu Azərbaycan ictimaiyyətindən gizlədilir? Görüşün məqsədi nə olur Rəstum bəy? Bilmirəm Qurban bəy. Ehtimal eləyirəm ki, bu İrana qarşı hazırlanan müharibədir. Bugün Amerikada, ABŞ-da ən ciddi ictimai rezonans doğuran, mübahisə doğuran məsələlərdən biri budur ki, İsrail Amerika dövlətini İranla müharibəyə sürüklüyür və bu Amerikaya lazım olan müharibə deyil. Və bilirsiniz ki, bu işə də bütün ətraf ölkələri cəlb etməyə çalışırlar. O cümlədən də Azərbaycanı. İndi sual olunur ki, İlham Əliyev belə qaranlıq görüşlər keçirməklə, yeri gəlmişkən AIPAC-ın özünün səhifəsində bu barədə məlumat yox idi. Ən azı dünənə qədər yox idi. Amma bu məlumat Washington Post qəzetində bircə yerdə sızıbdır. Onu bilərəkdən yazıblar, onu elə-belə yazmazlar, heç vaxt. Washington Post peşəkar mediada. Sual olunur ki, ayrı hansı gizli işlər görürsünüz bu xalqdan? Sabah bunun zərbəsini bu xalq yiyəcəkdir. Ümumiyyətlə siz kimə xidmət eləyirsiniz? Hansı dövlətə xidmət eləyirsiniz? Bax, budur sual. Və İran öz dövlətə bağlı bir şəxsinin dilindən Tehran Universitetinin professoru Məhəmməd Mərəndi, onun atası vaxtilə İranda Səhiyyə naziri və Seyid Əli Xameneinin şəxsi həkimi olubdur. Yəni, bu birbaşa dövlətə bağlı adamdır. Əgər bunu bağlılıq hesab etmirlərsə bizim hörmətli izləyicilərimiz, onu da deyim ki, Məhəmməd Mərəndi 2015-ci ildə, yəni 15-ci ildə imzalanmış İranın nüvə proqramı ilə bağlı həmin o danışıqlar prosesində İran tərəfdən müşavir olubdur. Adam açıq etiraf elədi, açıq şəkildə dedi. O, bugün onun çox mükəmməl ingiliscəsi var, çünki özü vaxtı Amerikada doğulmuşdur. Orada təhsil alırdı. Bütün İngilis dili segmentdə İranın danışan dilidir. Dedi ki, biz hücum olsa, Amerika ilə işbirliyində olan, İsrail ilə işbirliyində olan bütün ölkələrə zərbə indirəcək. O cümlədən Azərbaycanın birbaşa adını çəkdi. Sual olunur, niyə siz Azərbaycanı təhdid altına atırsınız? Biz sizə resept verdik. Dedik ki, İranda müxtəlif senarilər ola bilər. Bizim üçün ən məqbul, qeyri-məqbul senarilərdən biri olar ki, İran parçalanar və bu halda Azərbaycan o İran mərkəzi idarəçiliyini itirərsə, Azərbaycan dövlətinin vəzifəsi Cənubi Azərbaycanda bizim millətimizi qorumaq olmalıdır. Lazım olarsa qoşun yeridərək. Nə danışıqlar aparırsınız, nə gizli oyunbazlıqlar eləyirsiniz. Sizin nə haqqınız var bu millətə bu qədər qanun durmusu, sizin də hələ onun mövcudluğunu da təhdid altına qoyursunuz.
təhlükə altına qoyuldu. İsrailin mediası yazır ki, Azərbaycana 2026-cı ildə gələcək turistlərin sayı 2 qat artacaq və 260 min nəfərə çatacaq. Xeyr ola, Azərbaycan turizm baxımından nə qədər belə cəlb edici ölkə olubdur ki, bu qədər bahalı bir ölkəyə 260 min təkcə bir ölkədən turist gəlsin. İsrail üçün niyə cəlb edici olub? Sual belədir, dostlar. Əslində baxsaz, Rəstum bəy o deməkdir ki, İsrail vətəndaşları üçün Azərbaycan nədən belə turizm kimi, obyekti kimi cəlb edici olub? 2 dəfə bir demir artsın. İsrailin ağıllı başlı Azərbaycanla bağlı Rəstum bəy planı var. Plan da işləyir, necə lazımdır. Qurban bəy, mən o plan barı iddia eləmirəm. Amma mən görürsüz suallar verdim ki, bir təşkilat ki, Amerikada İsrailə lobbiçilik eləyir, üçüncü bir dövlətin, Azərbaycanın rəhbərinin o təşkilatla görüşməsi nə məqsəd güdür? Nəyə xidmət eləyir? Nədir burada məqsəd? Çünki o təşkilat müstəsna olaraq İsrailə lobbiçilik göstərir və ABŞ-da da son aylar ciddi şəkildə o təşkilatın qapadılması tələb olunur. Artıq bu tələblər durmadan artır. Özdə bunu artıq eləyən Amerikanın çox məşhur simalarıdır. Media simaları, siyasətçiləri və s. Budur məsələ. Mənim şübhəm yoxdur ki, Rəstum bəy, o Epstein kimi qrupları da məhz o mərkəzlər maliyyələşdirib və idarə edirlər. Yoxsa bu İsrail başa düşmədim, hansı gücə, hansı təsir imkanlarına malik olmalıdır ki, Amerika boyda bir dövləti həm özünün əleyhinə olan, həm dünyanın ümumən əleyhinə olan, regiona faciəsi olan bir dəhşətli cinayətə sürükləsin. Demək, əllərində çox ciddi faktlar var. Trumpa qarşı, Amerika idarə edənlərə qarşı, o da Epstein kimi adamların əli ilə əxlaqsız bir şeyə cəlb edib, video çəkib, şantaj ediblər. Dünyanı bu dəqiqə şantajla idarə edirlər. Reallıq odur. Bəli. Və ən dəhşətlisi də odur ki, bunu artıq Amerikalılar, bəlkə də bu yaxşı tendensiyadır, başa düşməyə başlayıblar və Amerikan dediyim kimi çox ciddi jurnalistləri, çox ciddi siyasətçiləri artıq bu işi, belə deyək də, qazımağa başlayıblar. Bunun kökünə getməyə başlayıblar. Və bugün 2 il, 3 il, hətta 1 il əvvəl Amerikada ağla gəlməyəcək hadisələr baş verir bu mövzu ətrafında. Budur məsələ. İndi sual olunur ki, o gün mənə deyildi ki, Azərbaycanın xarici siyasəti güya uğurludur. Budur xarici siyasət uğurlu. Budur, Azərbaycan bir dövlətlə oyunbazlıq eləyir, Amerika Birləşmiş Ştatlarla, digərinin isə tam olaraq dövlət resurslarının nəzarətinə verir Rusiya. Necə olur belə? Və həmin problem artıq dünyanın bir çox ölkələrindədir. Ona görə mən ABŞ-ı misal gətirdim. Dünyanın süper gücüdür. Dünyanın süper dövlətidir. Məlum olur ki, bunu bir qrup insan siyasətçiləri şantaj altında saxlamaqla faktiki olaraq böyük avanturalara sürüklüyür, böyük müharibələrə. Heç kim düşünməsin ki, Amerikalılar gələcək, nə bilim, İranı şumlayıb qutaracaqlar, 5 gün içində hər şey bitəcəkdir. Xeyr, müharibə İraqı bacardılar. Neynədilər İraq? Əfqanistanda bacardılar. İranla İraq müqayisə edir. Dağıtdı, viran qoydu. Milləti bir 100 il, 200 il, 500 il geri saldı. Taladı, nəyi vardı, götdü, apardı da bütün ehtiyatlarını. Qurban bəy, bu günlərdə niyə mən İsrail mövzusuna toxundum? Bu günlərdə İsrailin keçmiş baş naziri Naftali Bennett Yahudi təşkilatlarının, yəqin ki, söhbət beynəlxalq Yahudi təşkilatlarından gedir, nümayəndələri ilə görüşdə belə bir fikir səsləndirir. Növbəti İran Türkiyədir. Türkiyənin özü də bunu bilir. Amma hər gün müzakirə edirlər. Mən indi İlham Əliyevə sual verirəm ki, bu İsrail mediasında yayılıbdır. Və Naftali Bennett'in növbəti seçkilərdə qalib gəlmək və baş nazir olmaq şansı var. Mən indi İlham Əliyevə sual verirəm ki, İlham Əliyev, sən haradasan? Türkiyənin yanında, yoxsa İsrailin?
və yaxud növbəti İran Türkiyə olacaqsa, yəni təbii ki, İsraillərin niyyəti baxımından Azərbaycan kim olacaq? Yəqin ki, Livanda, belə çıxır, ya Suriya. Belədir, elə görünür. Ona görə də biz bu məsələləri ciddi şəkildə araşdırmalıyıq. O cümlədən Vaşinqtonda törədilmiş zorakılıq, mən Xalq Parlamentinin dönəm sədri olaraq dünən iclasda dedim bunu, mənə müraciətlər olunubdur, Qurban bəy. İstəyirəm buradan Xalq Parlamentinin üzvləri də eşitsin, dünən onu iclasda demişəm artıq. Müraciət edirlər ki, biz Vaşinqtonda baş vermiş zorakılıqla bağlı ABŞ Konqresinə müraciət eləyək ki, məhz Konqres bunu götürsün öz nəzarətinə və müvafiq addımlar atsın. Necə olur? Sən bizim eləmədiyimiz şeyə görə bizi şərləyirsən, hökm oxuyursan və gedib dünyanın müxtəlif yerlərində meydan soluyursan. Yəni sən bu qədər cəsarətlisən, sən bu qədər belə güclüsən. Yox, güclü deyilsən. Qudurğanlıqdır bu, güc deyil. Budur söhbət. Demək istədiyim budur. Və bugün dediyim kimi Azərbaycana qarşı təhdidlər var. Azərbaycan ordusunda dəhşətli hadisələr baş verir. Bilirsiniz, Tərtər məsələsindən bağlı... Bir dəqiqə o daxili problemlərə keçməmişdən öncə bu İran məsələsi ilə bağlı istərdim. İcazə versəz mənim bir fikrim var. Həm də o barədə sizin də fikrinizi almaq istəyirəm. Olar mı? Buyurun. Fikir yaddan çıxartmayın, xahiş edirəm. İndiki baş verən hadisələr göstərir ki, son 4-5 ildə, xüsusilə son 2-3 ildə belə Azərbaycanda baş verən proseslər təsadüfi deyil. Nə demək istəyirəm? Xüsusilə bir çox namaz qılanların İran casus adı altında həbs olunması, Fazil Qəzənfərioğlu məhbusları, güya İranın Azərbaycanda terror hansısa fəaliyyət həyata keçirilməsi, ondan əvvəl güya İranda bizim səfirliyə qarşı terror olması və s. Planlı surətdə hakimiyyət İran rəsmi dairələrinin də Ermənistan-Azərbaycan münasibətlərində tutduqları yanlış və siyasi mövqedən istifadə edərək çox böyük ustalığına Azərbaycanda ictimai rəyi bütövlükdə İran əleyhinə uzun müddətə hazırlayırlar. İndi şəxsən aydın olur ki, mən bunu belə qiymətləndirirəm. Xalqımızı, əzizən vətənlər, İrana ola biləcək istənilən potensial hücuma hazırlayıblar. Son vaxtlar hicabla bağlı qaldırılan məsələlər, bunların da hamısı bilirsiniz də İranla assosiasiya olunur insanların beynində. Güya hicabın geri əlaməti olması, bu nə bilim elm oxumağa imkan vermir, axmaq belə təbliğatlar. Bütün bu təbliğatların məqsədi indi aydın olur ki, İsrailin tapşırığı ilə Azərbaycanda ictimai rəyi İrana olan hücumu hazırlamaqdır. Azərbaycan xalqı sabah İrana hücum olacağı təqdirdə onun hansı faciələrin gözlədiyini bilirmi? Mən çox istərdim ki, Ərəstun bəy, sən də bu barədə bir danışardınız, ondan sonra keçərdik daxili məsələlərə. Qurban bəy. Sabah İrana, özdə üzr istəyirəm, həm də Amerika Birləşmiş Ştatlarının bu dəqiqə körfəzə yönləndirdiyi o gəmilər, qırcılaşan gəmilər, hərbi güclərin tərkibi və ora çəkilən xərc göstərir ki, hücum qaçılmazdır. Üzdən nə qədər desələr də ki, danışıq gedir, nə olur? İranı vuracaqlar. Bu halda Azərbaycanın xalqın nə gözləyir və xalqın mövqeyi necə olmalı? Buyurun. Yüksək ehtimalla İrana qarşı hərbi əməliyyat başlayacaq və onu hansısa bir təhrikçiliklə eləyəcəklər. Ya İran özü, İranın daxilindən başqa kimsə ABŞ gəmilərinə və yaxud qoşunlarına hücum eləyəcək və buna cavab kimi İrana zərbə endiriləcək. Mən şəxsən belə ssenari gözləyirəm və bu günlərdə də bir açıqlama olub. Həmin o Trump'ın biznes şəriki olan Steven Witkoff məlumat yayıbdır ki, bu rəsmi mediada var. İran bir həftəyə
nüvə silahı əldə edə bilər. Bir həftəyə. Netanyahu 25 ildir deyir ki, İran bir aya, 2 aya. Netanyahu buna desəydi təkrarlı tutuluşu kimi. Və sual olunur ki, Steven Witkoff məxfi məlumatlara əlaqəsiz çıxışı olmayan şəxsdir. Amerika dövlətində müxtəlif səviyyələrdə bir security clearance deyilən bir prosedur var ki, Federal Təhqiqatlar Bürosu yoxlama aparır. Deyir ki, bu insan hansı səviyyədək məlumatlara, məxfi məlumatlara çıxış əldə edə bilər. Steven Witkoff'un elə bir prosedur keçməsi qətiyyən inandırıcı deyil. Ona görə ki, o dövlət mövqeyi tutmur, dövlət vəzifəsi tutmur. Bu yalnız dövlət qurumları üçün işləyən şəxslərə şamil olur. Sual olunur ki, bu məlumat onda hardandır? Təbii ki, bu manipulativ məlumatdır. Təbii ki, bu ictimai rəyi müharibəyə kökləməkdir. Qaldı İrana hücum olarsa, nə baş verər? Birincisi onu deyim ki, bu çox böyük müharibə olacaqdır. Bütün yaxın şərqə əhatə edən müharibə. Zərrə qədər istisna olunmur ki, bu müharibəyə bir sıra qonşu dövlətlər, o cümlədən Türkiyə, o cümlədən Pakistan, hətta qonşu olmayan, deyək ki, qonşu olan Rusiya, təbii ki, onun birbaşa İranla əlaqəsi olmasa da, sərhədi olmasa da, Rusiya və heç bir şəkildə qonşuluğu olmayan Çin də cəlb oluna bilər. Bizim üçün burada təhlükəli amil Rusiyadır. Niyə Rusiyadır? Çünki Rusiya İranın köməyinə getmək istəsə, o Azərbaycan üzərindən keçməlidir. İrana hücum eləyən ABŞ, Rusiya deyə bilməz ki, sən Azərbaycan ərazisinə müdaxilə eləmə. Deyə bilməz bu sözü. Deməyəcək də heç. Heç əhəmiyyət də verməyəcək. Heç əhəmiyyət də verməyəcəklər. Ona görə bir anlığa təsəvvür eləyək ki, hətta bu da olmur. İrana hücum olur, İran İraqın vəziyyətinə salınır və birincisi, orada bizim soydaşlarımız həlak olur. Onların evi dağılır, onların mülkiyyəti dağılır, onların həyatı darmadağılır. Lap deyək ki, heç onlar Azərbaycana da miqrasiya eləmirlər, sığınacaq axtarmırlar. Amma bunun özü bəzi İranda, Cənubi Azərbaycan resursları çox xəyanətkar təbliğat aparırlar ki, heç kim heç yerə getməyəcək, nə bilim, nə. Elə Amerika vursa yaxşıdır. Mən şəxsən hesab edirəm ki, bu çağırış eləyən adamların hamısı xəyanətkardır. Yəni, İlham Əliyev rejimi cinayətkar rejimdir. Sabah kimsə durub desə ki, o rejim mənə də hökm çıxarıbdır, ədalətsiz. Amma sabah kimsə desə ki, məsələn, heç İran yox, Rusiya yox, Türkiyə Azərbaycanda İlham Əliyevin mövqələrini, nə bilim, bombalamalıdır və ya qoşun yeritməlidir, mən o adama deyəcəm ki, sən xəyanətkarsan. Hər bir xalq özü öz müqəddəratını həll eləməlidir. Bəli. Vəssalam, bu məsələ belə. İkinci, deyək ki, qaçqın ordusu gəlir. Bilirsiniz, müharibə başlayanda elə bir şərait yaranır ki, orada ən qürurlu insan belə xilas olmaq üçün qaçqınlığı seçməyə məcbur olur. Və biz deyə bilərik ki, müharibə başlayanda ermənilər bizim torpaqları işğal edəndə oradan qaçan Azərbaycanlılar nədir? Qurursuz Azərbaycanlılar idi. Xeyr, hamısı qürurlu insanlar idi. Onlar sona qədər dirəniş göstərirdilər. Bizə hərçənd aşılamağa çalışırlar ki, güya bizim cəmaat bütün rayonları ermənilərə verib qaçıbdır. Hər rayonluğunda minlərlə şəhid olubdur. Amma bacarmır, neynəsin? Ailəsini xilas eləməlidir, özünü xilas eləməlidir. İnsanın yaşamaq hüququ həm Allah, həm qanun, həm mənəvi əxlaqi, bəli, bu təbii hüquqdur. Bir nömrəli təbii hüquqdur. Və demək ki, İranlılar, Azərbaycanlılar qaçmayacaq, nə danışırsınız? Nağıl danışmaq lazım deyil. Belə təxribatçılara qulaq asın, bunların hamısı sifarişli iş görənlərdir. Hamısı. Və indi həmin o qaçqın məsələsinə gəlirəm ki, böyük bir qaçqın kütləsi gəlir Azərbaycana. Biz onları qəbul eləməliyik. Nə qədər də çətin olsa, biz onları qəbul eləməliyik. Bu bizim millətimizdir. Amma sual olunur ki, bugünkü Azərbaycan əhalisini su ilə, çörəklə, dərmanla təhciz eləyə bilməyən hakimiyyət 1 milyon qaçqın gələndə onu nə edəcəkdir? Öz əhalisini Rusiya ilə sərhədləri bağlayıb ölkəyə buraxmayan hakimiyyət bu halda hansı addım atacaqdır?
Bir düşünmüsünüz bu barədə? Ay özünü ağıllı sayan dövlət rəhbərləri, özünə siyasətçi deyən. Düşünmüsünüz bu barədə ki, birdən İran Azərbaycan ərazisini ABŞ-la, İsraillə əməkdaşlıqda ittiham edib. Ola bilsin, saxta ittiham edib. Mən deyə bilmərəm. O da mümkündür. İran onu eləyə bilər. Çünki İrana hücum olunanda onlar deyir ki, biz özümüzü xilas eləmək üçün hər yeri dağıdacağıq. Və Azərbaycan kimi, Səudi Ərəbistanı kimi, nə bilim, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələri də hədəf almaq üçün kifayət qədər potensialı var. Yenə deyirəm, mən hələ Rusiyanı demirəm, mən hələ İranın proksi qüvvələrini demirəm, müxtəlif ölkələrdə. Sual olunur, sizin siyasətiniz nədən ibarətdir? Siz buradan İranla hərbi əməkdaşlıq haqqında müqavilə imzalayırsınız, oradan gedirsiniz İsrailin lobbisi təşkilatından gizli görüş keçirirsiniz. Halbuki bir təşkilatla da görüşü J.D. Vance'in Bakıya səfəri, ABŞ vitse-prezidentinin Bakıya səfərindən bir gün qabaq keçirmişdir və onu da yalnız Azərtacın İngilis dilli məlumatlarında yaymışdır. Nə oyun oynuyorsunuz? Hansı oyun oynuyorsunuz? Doğrudan siz inanmışsınız ki, Azərbaycan xalqı, onun yaşamaq haqqı, onun torpağı, onun hər şeyi sizin səlahiyyətinizdədir. Yox, xalqı yox sayılır. Arasında Azərbaycan hakimiyyəti xalqı yox sayır və xalqa özünün şəxsi maraqlarında istifadə edə biləcəyi bir predmet ünsü kimi baxır. Bilirsiniz ki... Qurban bəy, üzr istəyirəm. Birisi nə qədər belə xalqı yox sayanlar olubdur. Təbii. Ad-bad xatırlatmışıq da dəfələrlə. Təkrarçılıq eləmək istəmirəm. Özləri bizdən çox yaxşı bilirlər. Qəddafiləri də bilirlər, mübarəkləri də bilirlər, əsədləri də bilirlər. İran şahını da bilirlər. Necə yəni xalq yoxdur? Xalq var. Xalq yeganə gücdür ortada. Bugün o xalq hər şeyə dözür. Amma elə ən pislər dözümlü xalqdır. Sonra onun partlayışı dağıdıcı olur. Və bütün o xalqı saymayanlar axırda xalqın ayaqlarının altında bitirlər. Bunu da bizi müzə istəyirəm də, mən 470 nəfər izləyir TikTok'dan, 4300 nəfər də izləyir, 4390'lar YouTube'dan. Dostlar, beğenin, paylaşın. Paylaşın ki daha çok adam bilsin. Arastum Bey, xalqın sakitliyi onun yoxluğu demək deyil. Xalqın susqunluğu, reaksiya verməməyi vəziyyətlə barışması deyil. Bunu hamı başa düşür. Amma bilirsiniz də, Ürdün o 12 günlük müharibədə İranın İsrailə atdığı raketlərin əksəriyyətini Ürdün üzərindən vurdular. Ürdün yəni o şəraiti yarattı. Ürdün kralı praktik olaraq İsraili müdafiə elədi. Amerika getdi orada biri, ən böyük Amerikanın üslərin biri də oradadır, Ürdündədir. Bu dəfə mən bunu Ərəstun müəyyən o sözünə qüvvət kimi istəyirəm deyəm, İlham Əliyev və Azərbaycan xalqı bunu nəzərə alsın. Ürdün İranın verdiyi bəyanatı dərhal tutdu. İran dedi ki, mən vuracağam. Kimin ərazisindən? Və yeri gəlmişdən bir şey deyim. Deməli, Amerika Birləşmiş Ştatlarının İrana doğru gələn bu hərbi güclər əksəvları, eləcə də bu əməliyyatda iştirak edəcək Avropa, NATO'nun silahlı qüvvələrini İran dövləti terrorçu qruplar ilan edir. Yəni, istənilən vaxt ona qarşı vurmaq, atmaq hüququ rəsmiləşdirib artıq İran. İran dedi ki, mən vuracağam. Ürdün birisi deyilmədi. Ürdün dərhal bəyanat verdi ki, mən öz ərazimdən Amerika Birləşmiş Ştatlarına İranı vurmaq üçün icazə vermirəm. Rəsmi bunu bəyan elədi, səmətənlər. Amma qananlar hamısı qanır başa düşür ki, Ürdün razı oldu olmadı, Amerika kimdir? Ürdün sayan var. Oradan gələcək, oradan vuracaqdır. Hətta sözdə olsa belə Ürdün bunu ifadə edir ki, yox, mən imkan verməyəcəm mənim ərazinin istifadəsindən. Qurban bəy, mən üzrəyəm, siz Ürdün sözü işlədirsiniz, onu Azərbaycan leksikonunda çoxları başa düşmür bəlkə, İordaniyadan gedir söhbət. Onların Osmanlı Türkçəsində mən dedim bunu. Məsələ bundadır dostlar. İndi Azərbaycan da əl boydadır. İranın bölündədir. İordaniyanın belə deyək, İran arasında bir İraq var. Bir böyük uzun məsafə var. Bizim aramızda nə var ki?
İran tüpürse yaptırdı başımız ortasına. Bunu anlıyorsunuz yoksa yok. Bir de başa düşmüyorum ben neye göre öz din ve kan kardeşime karşı hayanet mövqeyi tutmalıyam. Niye? Ben isterim Azerbaycan halkı mövqeyini düzgün formalaştırsın. Eğer böyle bir adım atılacaksa, İran'a hücum olacaksa Azerbaycan halkı ne yemelidir Erastum Bey? Azərbaycan xalqı bir mənalı şəkildə Azərbaycan hakimiyyətinə qarşı çıxaraq burada neytrallıq tutmasını tələb etməlidir. Mütləq. İkinci, Azərbaycan xalqı tələb etməlidir ki, orduda qayda qanun yaradılsın. Azərbaycan ordusu Qurban bəy Tərtər qətliamı törədildiyi dövrdən 2-ci Qarabağ müharibəsinə, yəni 44 günlük müharibədən sonraki dövrdəkindən də qat-qat acınacaqlı vəziyyətdədir. Elə bir vəziyyətdədir ki, orduda demək olar ki, hər bir neçə gündən bir hərbiçi intihar edir güya, biri özünü atır, biri ölür və yenə həmin üsullarla bax, bu hadisələri işıqlandıran adamların üzərinə sosial mediada sifarişli o ordunun, hərbi prokurorluğun trolları hücum edir. Ona görə də Azərbaycan xalqı birinci deməlidir ki, mən uşağımı orduya vermirəm. Bu sabotaj deyil. Sənin övladının taleyi təhlükə altındadır, həyatı təhlükə altındadır. Və sənin övladının başına oyun açan cinayətkarları dövlət başçısı mükafatlandırır. Belə orduya uşaq vermək olmaz. Mənə deyiləndə ki, niyə uşağını vermirsən orada? Dedim, Allahınıza şükür eləyin ki, mən verməmişəm. Çünki mən sizə başqası deyiləm. Mənim uşağımın başına bir şey gəlsəydi, mən sizin nəslinizi kəsərdim. Mən sizin uşaqlarınızı gözünüzün qabağında məhv edərdim. Yəni, Azərbaycan xalqı birinci tələb eləməlidir ki, bu hakimiyyət neytrallığı qoruyub saxlasın. 2. Ordunu force major situasiyalar üçün hazırlasın. Bunun üçün ordunun başındakı bütün cinayətkarlar zərərsizləşdirilməlidir. 44 günlük müharibə başlayanda mənim birinci Facebook postum bu olmuşdu ki, cinayətkarlarla müharibəyə getməzlər. Söydülər, ağızlarına gələni yazdılar. Dədələrinin, analarının, ölənlərinin adını yazdılar ona, mənim ünvanıma. Və müharibə bitəndən sonra nə oldu? Məlum oldu ki, ilk 3 gün ərzində bütün bu xəyanətkarlar Azərbaycan ordusunu qırğına veriblər. Aydın oldu Qurban bəy? Aydın oldu. Və sonra bütün ordu rəhbərliyini özü İlham Əliyev gedib kənarlaşdırıb. Niyə kənarlaşdırırdın? Əgər onlar sağlam, normal, təcrübəli, səriştəli hərbiçilər idisə, niyə Nəzbəddin Sadıqovu, niyə Zakir Həsənovu, niyə Ayaz Həsənovu kənarlaşdırırdın? İndi polemik açırlar ki, güya Ayaz Həsənov kənarlaşdırılmayıbdır. Bunu mənə dövlət rəsmisi təsdiq edib ki, kənarlaşdırılıbdır. Mənə də bir hərbiçi deyənmədən Rəstumə deyim, buna əgər hər halda Ayaz Həsənovun özü də yəqin ki, baxar, yaxınlara baxır. Dursun desin ki, mən kənarlaşdırılmamışam və sübut qoysun ortaya. Əzdən gelib etiraz edə bilərlər, dostlar. Belə bir məlumat var. Amma mənə bir hərbiçi deyənmədən yazır ki, güya o vaxtı Nəzməddin Sadıqov və başqaları uzaqlaşdırılıb, müharibənin bütün idarəsini Ayaz Həsənovla... Qurban bəy, mən heç istəmirəm Ayaz Həsənov kimisinə biz vaxt itirək. Ayaz Həsənov bugün... Üzr istəyirəm. Qurban bəy, üzr istəyirəm. Ayaz Həsənov bugün xidmətdədir. Yox, ərzə verib gedib oturub evində. Çıxsın, desin ki, mən olmuşam və sübut qoysun ortaya. Qurtardı, getdi. Doğru, tamam doğru. Yox, bir hərbiçi, bizə nə qədər hərbiçilər hücum eləyirdi Tərtər cinayətinə ifş eləyəndə. Yadınızdan çıxıbdır. Nə qədər bilirsiniz o hərbiçilərin özünün də arasında. Mən heç kimi burada o sizə yazanı filanı mən nəzərdə tutmuram, bilmirəm. Amma siz nə qədər yaramaz adamlar var. Nə qədər şərəfsiz, ləyaqətsiz adamlar var. Orada bu xalqın içindən çıxıb da. Jurnalisti buradan çıxıb o özünə jurnalist deyən yaramazları, özünə siyasətçi deyən alçaqları, müstəntiq olan şərəfsizləri. Eynilə həmin adamlar da ordu sıralarında var da. Bəyəm orduda işgəncə verənlər kim idi? Siz idiniz, mən idim. Elə həmin ordunun hərbiçiləri idi də. Yəni özümüzü belə şeylərə cəlb eləməyək.
Ayaz Həsənovun problemidir. Dursun desin və sübut eləsin. Deməklə məsələ bitmir. Sübut qoy. Mənə dövlət rəsmisi etiraf edib 23-cü ildə. Şəxsən dövlət rəsmisi etiraf edib. Mən soruşmuşam ki, əgər qələbəni Nəcməddin Sadıqov və ya Zakir Həsənov qazanıbsa, onda niyə deyirsiniz ki, İlham Əliyev qazanıbdır? O da pis vəziyyətə, pat vəziyyətinə düşdü. Dedim, mənim bildiyim odur ki, bunların üçü də kənarlaşdırılıbdır. Olub belə bir şey, olub. Bitdi. Mənim üçün bu mövzu bitdi. Çünki bunu mənə dövlət rəsmisi deyib. Dursun, Ayaz Həsənov desin. Mən heç adamın adını da çəkmək, müzakirə eləmək istəmək. Heç tanımıram o kimdir valla. Amma tanıdığım hər kəs mənə deyibdir ki, o Nəcməddinin kadro olur. Bəli, elə deyənlər də var. Bəli. Qurban bəy Nəcməddinin kadro olmayan adamın nə işi var idi əməliyyat baş idarəsinin rəisi vəzifəsində? Adi bir məntiq var ya hər şeydə. Yəni, xahiş edirəm mövzunu bağlayaq. O, mənim üçün şəxsən o adam heç əhəmiyyət kəsb eləmir. Yox, mövzu, elə bir mövzu yox. Yəni, orduda, Qurban bəy, orduda bugün elə hadisələr baş verir ki, ordu həqiqətən degradasiya uğradılır. Və bu məqsədli olunur. Bax, dönə-dönə o vaxtdan deyirəm, bu hibrid müharibənin elementlərinin biri də ordunun mənəviyyatsızlaşdırılmasıdır, demoralizasiyasıdır. 2 müharibə, 3 günlük həmin o aprel döyüşlərini keçmiş və 44 günlük müharibəni keçmiş. Ondan sonra hərbi o əməliyyatı, yəni antiterror əməliyyatını keçmiş hərbiçi özü də Maxeyev mənə deyir ki, mən bu boyda odun alovun içindən keçmişəm, mən bugünkü şəraitə dözmürəm orduda. Bu cavan uşaqlar nə inəsin burada? Və belə bir yaramaz bir şərait yaradılıb. Niyə? Çünki bir alçaq hərbi prokuroru cinayətkarı aparıb, onun üçün qanun dəyişib Konstitusiya Məhkəməsinə qoydu İlham Əliyev, ikinci tərtər qatilini gətirdi onun yerinə hərbi prokuror təyin elədi. Belə orduda Zakir Həsənovun rəhbərlik elədiyi orduda qayda qanun ola bilər. Kərim Vəliyevin, hansı ki tərtər cinayətin təşkilatçılarından da adı məhkəmə işlərində keçir. Rəhbərlik elədi. Üzr istəyirəm, əzəm vətənlər, ordu ilə bizim bu bağlı narahatlığımızın, arasının müəyyəndə bu həyəcan siqnalının səbəbi var. Diqqət edin ekrana, başa düşəsizdir. Как можно с врагом подписывать дружеский бумагу о дружбе? Это невозможно просто. 5000 наших ребят ни за что погибли. Как они выражаются, ни за что. И после этого у нас может быть дружба. Дружба быть не может между нашими народами. Ни в коем случае. Пока они нам не вернут Карабах, причем как друзья. Вот пускай они этот жест сделают, и пускай наших ребят, которые у них вон там в плену, пускай отпустят. Какая дружба, если у нас там есть пленные? О какой дружбе может идти? Только больной человек может это принять и подумать, что это действительно дружеское, как говорится, дружеский союз, да, подписывают дружеский союз, какую-то бумажку. Это туалетная бумага, дорогая. Eşitdiniz? Qurban bəy, bunu mən parlamentdə çıxışımda da demişəm. Azərbaycan Xalq Parlamentinin tribunasından çıxışımda da demişəm ki, erməni millətçilərinin bizim təkcə torpağımıza deyil iddiası. Onlar bizim mədəni irsimizi mənimsəyiblər və mənimsəməkdə davam eləyirlər. Bu, artıq bizi bir xalq kimi yox eləmək istiqamətinə gedir. Söhbət bundan gedir. Amma bizim ölkəmizdə bir dənə problem həll olunmur. Əziz həmvətənlər, Azərbaycanda son illər ən çirkin yayılan texnologiyalardan biri də müəllimlərin və təhsilin hədəf alınmasıdır. Artıq müəllim sözü Azərbaycanda negativ yük daşıyır özündə. Və bunu bilərəkdən eləyiblər. Halbuki o seçki saxtakarlığında iştirak edən müəllimlərin maksimum 10%-dir, 5%-dir. Halbuki o seçki məntəqələrini başqa yerdə təşkil eləmək olardı. Məhz məqsədli şəkildə məktəbləri seçiblər. Ki, məktəbi bir elm simvolu, inkişaf simvolu, bir hörmət, ehtiram simvolu kimi gözdən salsınlar. Bunun hamısı həmin hibrid müharibənin elementləridir. Özümüzü aldatmayaq, müəllimlərə hörmətlə yanaşaq.
müəllimlər o kəslərdir ki, biz onların əlindən öpməliyik. Gündə bəlkə 100 dəfə. 100 dəfə öpsək belə onların haqqını qaytara bilmərik. Qaldı müəllim adını saxtakarla eyniləşdirmək. Bəyəm saxtakar həkim yoxdur, saxtakar mühəndis yoxdur, oğru quldur prokuror yoxdur, hamısı oğru quldurdur. İndi neyini? Onda gələcəkdə biz prokurorluq orqanlarını ümumiyyətlə ləğv edirik də ki, bu oğru peşəsidir. Hakimlər riyakar, yaltaq, saxtakar, cinayətkar, onda məhkəməni ləğv edirik də, məhkəmə lazım deyil. Qoy cinayətkarlıq baş alıb geçsin. Yəni bu yanaşmanı məqsədli şəkildə sığıyıblar bizə və əsas hədəf nöqtələri vururlar. Təhsili, elmi, ifadə azadlığını, insanların sağlamlığını və Mənəviyyat, əxlaq. mənəviyyat, əxlaq, dəyərlər sistemini. Bütün bunları uğurla həyata keçirsən, onu hədəfləyənlərin nöqteyi nəzərindən uğurla. Bir millət yoxdur, onunla vidalaşa bilərsən. Ki, bax, yenə belə bir millət olubdur. Və bugün də dünyada dillər, millətlər yoxa çıxmaqda davam edir. Dünən, bilirsiniz, beynəlxalq ana dili günü idi və bununla bağlı Azərbaycan Xalq Parlamentində çox gözəl bir məruzə oldu. Çox təəssüf ki, texniki nasazlıqlar var idi və Xalq Parlamentinin rəyasət heyətinin üzvü Ataxan Vəli Əbülov, bizim hörmətli dostumuz, dəyərli həmkarımız Talış dilində Azərbaycan şeirini səsləndirdi. Bugün Azərbaycanda hətta sətir altı bir etnik bölücülük aparırlar. Mən sual vermək istəyirəm. Talışlar, avarlar, ləzgilər, zafurlar, tatlar, İngiloylar, Gürcülər, Kürdlər, Türklər bu torpaqda neçə ildir bir yerdə yaşayırlar. Yəqin ki, söhbət yüzilliklərdən gedir. Siz bir zaman Talış-Türk müharibəsinin olduğunu eşitmişsiniz. Siz ləzgi avar, ləzgi türk, avar türk, İngiloy türk, Kürt-Türk müharibəsinin olduğunu eşitmişsiniz. Əksinə, həmişə yadellərə qarşı bir səngərdə olublar. Qanları qarşı bir-birinə. Bəli. Və Azərbaycanın bugün artıq ən müqəddəs, necə deyim, bir dəyərinə əl atırlar. Qızışdırmaqla. Deməzsənmi, ortaya atıblar bir neçə nəfəri, bunlar dəhşətli türkçülük tərəfdarlarıymış. Birincisi, zəhmət olmasa türkçülükdən danışanda etnik mənsubiyyətinizi durun açıqlayın, biz bilək. Mənim dədəm də, nənəm də, babam da, hamısı türkdür. Mən heç vaxt türkçülükdən danışmıram, ona ehtiyacım yoxdur. Mənim kimliyim, bu deyib, mən durmuşam sizin qarşınızda. Mən türk etnosunun nümayəndəsi Azərbaycanlıyam. Xeyr ola. Başqa etnosla mənsub olub, onu gizlədib, qohumluq əlaqələrini gizlədib, başqa etnosların nümayəndələrlə. Niyə gizlədirsiniz? Birincisi, niyə gizlədirsiniz bunu? Və niyə bunu gizlədib, türkçülükdən danışırsınız? Deməli, təxribatçılıqla məşğulsunuz. Deməli, pozuculuqla məşğulsunuz. Mənim üçün bu torpaqda yaşayan hər bir insan mənim qardaşımdır, bacımdır. Mənim üçün bu torpaqda yaşayan hər bir xalqın öz dilini öyrənmək haqqı var və bu təmin olunmalıdır. Bu, Azərbaycan Xalq Parlamentinin də mövqeyidir. Bu, parlamentin dönəm sədri kimi mənim də mövqeyimdir. Bu, sadəcə bir vətəndaş, Ərəstin Oruçlu kimi mənim mövqeyimdir. Və bir daha deyirəm, biz bu yolda təhsilə, elmə, müəllimə münasibətimizi dəyişməliyik. Artıq bizim fundamental dayaqlarımızı hədəf alıblar. Mənim tanıdığım müəllimlər var ki, inanın bir müəllim var, yaxın dostumdur. Bir dəfə mənə müraciət eləmişdi ki, məni rüşvətxor adlandırıblar. Bir fake profildən Instagramda bunun haqqında təhqir yazıblar. Orada nə qədər söyüşlər var idi, təhqirlər var idi. Dedim, başa sən bu təhqiri, bu söyüşü, bu şeyi qoyursan kənara, deyirsən, mənə rüşvətxor
deyiblər. Bunu axtarıb tapmaq lazımdır. Belə müəllimlərimiz var ki, biz onların qarşısında gündə 50 dəfə baş əyib 100 dəfə əlindən ötməli. İmkan verməyin təhsili hədəf alsınlar. İmkan verməyin müəllimləri hədəf alsınlar. Biz bunun qarşısını amansızcasına almalıyıq. Amansızcasına. Müəllim haqqında bir təhqir yazana 15 təhqir yazmaq lazımdır. Dədəsinə, anasına, ölüsünə, dirisinə. Çünki bu adamların dili budur. Təhqir işlədənin dili budur. Yadda saxlayın, səmətənlər. Hər bir insan çalışıb 3 dildə danışmağı bacarmalıdır. 1. Ana dilində, 2. İstənilən bir xarici dildə, 3. Qarşısındakının anladığı dildə. Mehman Hüseynovun İlham Əliyevlə danışdığı kimi. Bəli. 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 Allah'ım. Yəni bölgə müharibəyə sürüklənir Qurban bəy. Və biz artıq bölgə ilə bağlı bir sualım var. Mən vaxtımız azalır. Bu Amerikanın bilirsiniz məşhur jurnalisti var Tucker Carlson, onun Amerika Birləşmiş Ştatlarının İsraildəki səfirindən aldığı müsahibə bu günləri bütün dünyanın diqqət mərkəzindədir. Nə baş verir? Bu səfir nə məşğul oldu? Qurban bəy, Amerikanın İsraildəki səfiri Mike Huckabee adlı bir keçmiş senatordur. Və gubernator, üzr istəyirəm. Bu adam, bunlar birisi, Amerikada evangelistlər var, bu xristiyanların arasında. Böyük bir icmadan böyük elə xristiyan icması olardı, səhv eləmirəm. Sonra deyir ki, bizim deyir dinimiz, bu spekulyasiyadır əlbəttə, deyir ki, bu torpaqlar Yahudi xalqına Allah tərəfindən vəd olunur. Və ona görə biz dəstəkləyirik bunun hamısını və s. Və bütün bu məsələlərdə də Mike Huckabee faktiki olaraq Amerika mediasında bunun ünvanına daim ittihamlar səsləndirilir ki, bu adam Amerikanın yox, məhz İsraildəki səfiridir. Bir vaxtlar mən Polad Bülbüloğlu'na deyirdim, Rusiyanın Rusiyadakı səfiri. Eynən həmin qaydada. Və Tucker Carlson son vaxtlar bu mövzunu çox ciddi şəkildə işlədir ki, Amerika dövləti faktiki zəbt olunubdur. Və o cümlədən də Huckabee'nin ünvanına çox ağır ittihamlar səsləndirmişdi. Məsələn, bunu deyim ki, Carlson'ı sevmək olar, sevməmək olar. Onun özü də, belə deyək də, bir xristiyan yönümlü şəxsdir. Amma məsələn, o müsəlmanlara, o birisi o radikallarla, belə mühafizəkarlarla müqayisədə daha hörmətlə yanaşır. Və Tucker Carlson məsələni qaldırır ki, niyə bu boyda supergüc Amerika İsrailin əlində oyuncağa çevrilməlidir? Bax, bu Huckabee kimi adamların tərəfindən. Və etiraf edeyim ki, Tucker Carlson'un həmin o müsahibəsi artıq 2 milyon yarıma qədər baxılırdı. Yeri gəlmişəm, mən soydaşlarımıza da məsləhət bilərdim. Bayaq mənə müraciət elədilər. Mən dedim ki, orada bir şey var, deməli, belə bir məqam var. Onun rus dilində də baxmaq imkanı var. Demək, o şeydə, settingslərdə, ayarlarda. Mən məsləhət görərdim ki, baxsına, mən rus dilində yoxladım, İngilizcə baxmışam. Mən rus dilində yoxladım, çox yüksək səviyyədə süni intellekt vasitəsilə tərcümə olundu. Və o deyir ki, necə olur ki, Amerikanın dövlətinin səfiri gedib xarici ölkənin, getdiyi ölkənin, işlədiyi ölkənin marağına xidmət göstərir. İndi gəlin təsəvvür edək. Məsələn, deyək ki, Azərbaycanın Rusiyadakı səfiri, məsəl üçün, təyin olunubdur, İlham Əliyevin nümayəndəsidir. Səfir dövlətlər arası münasibətlər sistemində 3-cü pillədir. Yəni, bir var dövlət başçıları, yəni hökumət başçıları və ya prezidentlər arasında ünsiyyət, Xarici İşlər Nazirliyi və 3-cü pillədə səfirlərdir. Yəni, səfir çox vacib vəzifədir. Məsələn, deyək ki, Moskvadakı Azərbaycan səfirinin, Rusiyadakı Azərbaycan səfirinin həyat yoldaşı, Rusiya vətəndaşı və Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı olardısa və ya əməkdaşıdırsa, siz Qurban Məmmədli və yaxud bizi izləyən şəxslər inanarlarmı ki, o adam Azərbaycanın marağına xidmət göstərəcək? Mən istəmirəm, Azərbaycan Xarici İşlər Nazirliyi təcili durub təksib versin. Özü bilər, istəsə verə bilər, hətta onun həyat yoldaşının adını da açıqlaya bilər. Lazım olsa sonra mən də o diskusiyaya qoşula bilərəm. İstəyirlərsə eləsinlər də. Problem yoxdur. Mən sual verirəm ki, belə bir səfir Azərbaycan dövlətinə xidmət eləyə bilərmi?
Heç vaxt. Bir səfirin ki, məsələn, deyək ki, həyat yoldaşı onun xidmət elədiyi, daha doğrusu təmsil olunduğu ölkədə Xarici İşlər Nazirliyinin əməkdaşıdır, həmin ölkənin vətəndaşıdır. Bax, Mike Huckabee də həmin şəxslərdən biridir. Və Mike Huckabee Amerikada yüzlərlədir. Ona görə də Tucker Carlson bunlarla mübarizəyə başlayıbdır ki, bizim Amerikalılar olaraq İranla heç bir problemimiz yoxdur. Sizin probleminiz var, gedin həll edin. Bizi niyə müharibəyə çəkirsiniz? Bütün müsahibənin məğzi budur. Müsahibə yüksək peşəkar səviyyədə. Mən həyatımda belə peşəkar müsahibə görməmişəm. Etiraf edirəm. Ben yaydım, burada linkin yaydım. Rus dilində də orada baxmaq olur. Dostlar, kim istəsə atmışam söhbət pəncərəsində. Onu mütləq izləmək lazımdır. Mən belə başa düşdüm ki, Rəsul bəy, həmin səfirin həyat yoldaşı İsrail vətəndaşıdır. Yox, onun özü bağlıdır İsrailə. Mən misal üçün dedim onu ki, məsələn, Azərbaycanın səfirinin həyat yoldaşı, məsələn, Rusiya Xarici İşlər Nazirliyində işləyərdisə, o səfir Azərbaycana xidmət eləyə bilərmi? Bəlkə Xarici İşlər Nazirliyi nəsə bir inciyəcəkdir sözümdən, amma yenə deyirəm, onlar açıqlama verərlərsə, mən də açıqlama verməkdə davam eləyə bilərəm. Buyursunlar. Mən burada özümə borc bilirəm, Rəstum bəy, deməli, burada bizim bir tanıdığım bir zabit bir yazıb xahiş evi çatdırın efirə. Ayaz Həsənov deyir, efirə çıxsa onun nəslini kəsəcək Zakir xanlar mafiyası. Müharibənin sonuna kimi bütün döyüş əmirləri Baş Qərargah rəisinin vəzifələrini müvəqqəti icra edən general-leytenant Ayaz Həsənovun imzası ilə gəlib. Biz döyüşlərdə olmuşuq. Müharibə bitəndən sonra zəfər paradını 2 ay hazırlıq edib. Ayaz Həsənov hazırlığa rəhbərlik edib. Biz öz gözümüzlə gördüyümüzü deyək. Yoxsa Ərəstun bəyə deyilən yalanlara qulaq asaq. Nəzməddin Sadıqovun bütün adamları bugün də vəzifələrdədirlər. Hikmət Həsənov, Maz Barxudarov, Teymur Məmmədov və s. Çətin deyil ki, sizin üçün efirdə bir sual qoyun. Ayaz Həsənov barədə qoy xalq yazsın rəylərdə. Yəqin ki, Ərəstun bəyə informasiya verilən informasiya yalandır. Dostlar, Qurban bəy, üzr istəyirəm. Mən birinci bu adama mən demirəm ki, sənin dediyi yalandır. Çünki mənim üçün onun heç əhəmiyyəti də yoxdur. Bir daha deyirəm. Demədi Ərəstun yalandır. Yox, dedi yalan deyil. Deyilən yalandır. Ola bilər ki, həmin adama da deyilən yalandır. Amma mən görsə bunu işlətmirəm bu ifadəni. Etik səbəblərdən. Mən də bilirəm nə danışdığımı. Mən axı istinad elədim. Dedim ki, mənə dövlət rəsmisi bunu təsdiqləyibdir. Buyursun, bir də nağıl danışmaq lazım deyil ki, o efirə çıxsa, nə bilim, anasını ağladarlar. Nə, ondan dövlət sirri istəyən var. Nağıl danışmaq lazım deyil. Biz peşəkar adamlarıq. Bilmirəm, onu yazan adam hansı ağılla düşünür bizim haqqımızda. Ona kim deyir ki, dursun hərbi əməliyyatların sirrini açsın? Bir general, əzizən vətənlər, bunu yazan dosta da deyirəm. Məyər bir general öz şəxsiyyətini və şərəf və ləyaqətini qoruya bilmirsə, o pagondan cırıb yandırsa yaxşıdır. Vəssalam. Ay qorxaram, ay nəslin kəsərlər. Cəmaatı Lomsonu öldürüblər. Həmin Ayaz Həsənovun general olduğu orduda, qardaşlar, tərtərdə Lomsonu öldürüblər. Ayaz Həsənov onun harada olubdur? Çox xahiş edirəm, belə şeylərə vaxt itirməyək. Çıxsın bir mətbuata desin ki, mən olmuşam, mən filan tarixdə. Yetər, bu nədir bizim başımızı qatırlar belə axmaq-axmaq söhbətlərlə üzr istəyirəm. Bitirmək lazımdır bu söhbəti. Kimsə qohumudur, kimsə kimlə pul alıb verib, kimsə kimlənsə, nə bilim, uşaq tapşırıb, kimsə nəsə bir qələt eləyibdir. İndi durur, unutdunuz nə qədər bu tərtər qatillərini müdafiə edənlər var idi. Mən etik çərçivədə dedim ki, mən heç kimi şübhə altına almıram. Mənə deyilmiş, dövlət rəsmisinin dilindən deyilmiş sözü təkrarlayıram. Geçsin Ayaz Həsənov öz işini görsün. Nəyimə lazım? Ayaz Həsənov mənim üçün ən maraqsız adamların ən axırıncısıdır. Bitdi, nöqtə. Kimin üstünsə doğum ola bilər, əziz ola bilər, nə bilim, biznes şəriki ola bilər, qohum ola bilər. Özünüz bilərsiniz ki, yığışdırın hep söhbətləri. O qədər dərdimiz, azarımız var ki. Mən sözümü dedim, bitdi. Xahiş edirəm, Qurban bəy, çox xahiş edirəm. Mən efirdə olanda bu mövzuyu açmayın. Mən bu barədə danışmaq istəmirəm. Sözümü demişəm. Yox, biz adamın, onun biz haqqını tanıdıq, dedik, yazılarını elan edib, biti yeti qutarda yoxsa söhbət. Bizim elə bir Ayaz mövzumuz yoxdur. Adı çəkildi, deyildi. O da göndərdi yazsın, sizə cavab verdi. Mövzumuz yoxdur, Qurban bəy. Biz artıq bu verilişin bir 15 dəqiqəsini ona həsr elədik. Vallah bunlar bilərəkdən baş qatırlar.
Gedin, geçsin çıxsın mətbuata, geçsin hökumət mətbuatına çıxsın, o yandaş media çıxsın. Desin ki, mənim haqqımda deyilən bu məlumatlar yanlışdır. Bitti söhbət. Qaydaq bir takik Karl sana. Bu həmin müsahibədən dünyaya verilən mesaj nədən ibarətdir? Qurban bəy, orada çox ciddi mesajlar var. Mesajlar ondan ibarətdir ki, İsrail mürtəci dövlətdir, açıq şəkildə deyir. Deyir ki, İsrail bütün qonşularına qarşı mürtəci siyasət yürüdüb, 7 qonşusunun 7-sinlə də müharibə eləyib. İsrail dövlətlərin ərazilərinə iddia eləyir, bütün yaxın şərqə iddia eləyir. Evet. Və orada da nə edilir? Elə terrorçu olması da deyilir. Və hər şey deyilirdi. Yəni bu Amerika mediası üçün sensasyon bir müsahibədir. Yaxşı, indi belə deyək ki, mən istədim tamaşaçılar mənə də özüm başa düşsünlər. Mən bu məsələ dini nöqtədən yanaşmam qətiyyən, amma bir xristiyan jurnalistin bir müsəlman olmayan səfirlə İsrail barədə belə danışması Azərbaycanda müsəlman olan güya, Azərbaycan vətəndaşı olan bəzi jurnalistlərin, bəzi siyasi xadimlərin Fələstində, Suriyada, İordaniyada fərqi yoxdur, Livanda bu qədər vəhşi cinayətlər törədən İsrailin müdafiə etməsindəki bu fərqi, bu kontrastı necə izah etmək olar, Ərəstun bəy? Bir xristiyan ifşa edir İsrailin cinayətkar fəaliyyətini. Azərbaycanda isə dövlət səviyyəsində dəstəklənən kanallar dövlət səviyyəsində iki iş aparırlar. Bir, İslama qarşı, hicaba qarşı təbliğat gedir. İki, İsraili dəstəklənməklə bağlı təbliğat gedir. Nə ilə bağlıdır bu? Deməli, təsir altındadırlar da hər hansı bir şəkildə. O təsir nədən ibarətdir? O təsir nədir? Şantaj da ola bilər, işbirliyi də ola bilər, kəşfiyyat əməliyyatın nəticəsi də ola bilər. Hər şey ola bilər. Mən şəxsən Ərəstun bəy, açıq istəyirəm deyəm öz fikrimi. Mən hesab eləmirəm ki, bu işbirliyin nəticəsi ola bilər. Yalnız şantajın nəticəsi ola bilər. Çünki şəxsən sən özün, yəni mən işbirliyi apardığım bir adamın cinayətini görürəmsə, onunla bir biznesin varsa deyə onu müdafiə eləməliyəm. Mən bilirəm ki, əslən vətənə, bunu hamından eşitdin ha. Ərəstun Oruçlu ilə mən müəyyən bir yol gəlirik, uzun müddətdir. Bir yerdə bir işlər aparırıq. Sabah mən qəti əminəm ki, bu ekranı bu Ərəstun Oruçlu görürsə, Ərəstun və görsə ki, mən nəyisə düz eləmirəm, satılmışam, alçaqlıq edirəm və çıxacaq belə üzümə deyəcək ki, qurban, sən alçağın birisən, dünlər inanırdım sənə, tüpürüm sənin sifətinə, sən satqınsan. Vəssalam. İndi biz əməkdaşlıq eləmişik deyə Ərəstun Oruçlu mənim xəyanətimə şərik olmalıdır, cinayətimə göz yummalıdır. Həm qardaşlar, siyasət belədir. Mən hesab edirəm ki, Azərbaycanda baş verən hadisə İsraillə bağlı yalnız şantajın için nəticəsidir. Ola bilər Qurban bəy və icazənizlə mən son fikrimi də bildirim və mümkünsə demək... Efirimiz yekunlaşır yavaş-yavaş, vaxtımız azaldı. Hə, və siz hər şeyi qoyaq bir kənara. Bir dövlətin müdafiə naziri və onun baş naziri haqqında Beynəlxalq Cinayət Məhkəməsinin hərbi cinayət törətmək ittihamı ilə həbs qərarı var. Belə bir dövlətlə əməkdaşlıq eləmək nə deməkdir? Vəssalam. Yekunlaşdırdıqsa mən icazənizlə təşəkkür edeyim izləyicilərə. Onda deyim ki, Ərəstun bəy, 4000-dən artıq adam canlı olaraq bir saat biz 45 dəqiqədə efirdəyik. 4000-dən artıq adam sizin bu söhbətlərinizi diqqətlə dinlədi, hələ də davam edirlər. 249 nəfər hələ TikTokda izləyib, bugünkü TikTok tamaşaçılarımız böyük uğurumuzdur. Bu da sizin apardığınız söhbətlərə ictimaiyyətin marağını göstərirsiniz. Mən sizə minnətdarım, təşəkkür ederim. Sağ olun. Mən təşəkkür edirəm hər kəsə, sizə təşəkkür edirəm şərait yaratmanız üçün və sizdən sonunda bir xahişim var. Buyurun. Baxıram, bayaq orada o general haqqında yazan adam durmadan yazır. Çox xahiş edirəm sizdən, həmin şəxsi çağırın efirə, gəlsin sizin efirdə göstərsin sifətini, özünü təqdim eləsin, danışsın.
Çox xahiş edirəm. Mümkünsə bunu eləyin. Bütün izləyicilərə təşəkkür edirəm. Sağ ol. İradəli olaq, güclü olaq. Biz tarixdə ona qədər ciddi, mən o xırda para dövlətləri deməm, dövlət qurmuş bir xalqı və biz bunun öhdəsindən gələcəyik. Hamımıza uğurlar bu yolda. Sağ olun. Teşekkürler. Sağ olun, var olun. Minnettarım. Bir de benim yeni mahnımı dinleyin. Bu devletin siyaseti töküldü halkımın eti, acından öldü milleti. Açlık olsun, kef olsun. Açlık olsun, kef olsun. Gaz olsa işliyər hamam, bezib canın dənər adam, talandı ölkəmiz tamam. Açlık olsun, kef olsun, hey, açlık olsun, kef olsun. Şar attılar, dağıttılar, tütüb içeri attılar, dükkandan tank çıkarttılar. Açlık olsun, kef olsun, hey, açlık olsun, kef olsun. Vallahi ayrı yolum da yok, mən bülbüləm, gülüm de yok, at almağa pulum da yok. Açlık olsun, kef olsun, hey, açlık olsun, kef olsun. Radar gedir, polis gelir, nemes gedir, urus gelir, cərimələr pres gelir. Açlık olsun, kef olsun, hey, açlık olsun, kef olsun. Kim eyləyər kömək bizə, hər kəs deyir zirək bizə, dostlar atar ürək bizə. Açlık olsun, kef olsun, hey, açlık olsun, kef olsun. Bazar günü dedim, sizə bir xoş əhvaldan ayrılaq, amma istəyirəm eləməli və ətraf bilsin ki, acın imanı olmaz. Qardaş desə də ki, aclıq olsun, kef olsun. Bu bizim xalqın arasında elə belə deyilən sözdür. Acın imanı olmaz. Ac qılınca çapar. Bu millətlə, onun heysiyyəti ilə, onun ləyaqəti ilə, onun şərəfi ilə, onun tarixi ilə və dövlətçilik ənənələri ilə bu qədər həyasızca oynamayın və bu oyunlarınızı durdurun. Sonu çox bir faciə olacaq. Faciəsi gözləyir. Mən bir daha bugün bizi 4000-dən çox, demək 2 saata yaxın müddətdə canlı izləyən bütün hər bir bazı qardaşımıza təşəkkür edirəm. Etimadınıza görə minnətdaram hər birinizə, TikTok ailəmizə, xüsusi bugünkü bu fəaliyyətlərə görə minnətdarım, təşəkkür edirəm. Dostlar, maddi dəstək yaddan çıxmasın. Cəmsi bizim 3 günümüz qalıbdır. O bizim Avropada görüşlərimiz var. Aşpa deputatları ilə çox vacib görüşdə keçiriləcəkdir ki, Azərbaycan xalqını Aşpada necə təmsil etmək olar? Azərbaycan Xalq Parlamenti hansı qüvvələrlə birlikdə bu işi apara bilər və s. Çox geniş müzakirə olacaq. Ona görə xahiş edirəm, çalışın ki, kimin imkanı var, 450 euro hələlik yardım gəlmişdi, onu mən keçirmişəm Əli Quliyevin hesabına, Əli bəydən salamlayıram. Bizim bu dəfəki qrupun rəhbəri Əli Quliyevdir, Xalq Parlamentinin Siyasət Komitəsinin sədri kimi. Onun rəhbərliyi altında qrup olacaqdır Almaniyanın bir şəhərində. Orada da daha doğrusu konkret Bundestagda olacaqlar, görüş keçiriləcəkdir. Lütfən hamı nəzərə alsın ki, kimin əlindən nə gəlir, köməyini əsirgəməsin. Gecəniz xeyrə qalsın, Allah'a emanet olun, var olun. Sabah saat 21:00-da yenə də Azərbaycan